Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva, müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrow Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz müasir müəllim modelidir. Təlimçimiz karyera məsləhətçisi Elməddin Mirzəyevdir. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarını təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim rekord olunur. Gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlim gedişatını bölməməyinizdir. Suallarınız yaranarsa, əlbəttə, sual verməkdən çəkinməyin. Səssiz şəkildə verməyiniz arzu olunandır. Hər birinizə xoş öyrənmələr. Necəsiz Elməddin bəy? Salam, xoş gördük. Mənim üçün də çox maraqlı bir gündür bu gün. Çünki fərqli bir auditoriyadayım bu gün və eyni zamanda burada həmkarlarım çoxdur. Ümid edirəm ki, səsim yaxşı gəlir və eşidir hər kəs. Bəli, hər şey aydındır. Əla. Bu günləri danışacağımız mövzu deməli təlim müasir müəllim modelidir. İlk öncə özümü sizə tanıtmaq istəyirəm. Niyə bu təlimi mən keçirəm? Bu təlimi əslində bu təlim 90 dəqiqə sığacaq qədər bir qısa bir təlim deyil. Çünki mən özüm belə bu təlimi 4 gün saat 9-dan 6-ya qədər bir vaxt aralığında almışam, 4 gün müddətində. Amma bu gün müəyyən mövzulara toxunacağıq və ümid edirəm ki, çox öyrəncəli bir auditoriya olacaq. Yəni təlim prosesi belədir ki, yəni həm siz, həm biz qarşılıqlı şəkildə öyrənirik. Özümü təqdim edeyim. Mən Elməddin Mirzəyev, özüm karyera məsləhətçisi və TYT təlimçisiyəm. Eyni zamanda da kimya və biologiya müəllimi kimi çalışıram. Yəni bu tərəfdən sizlə həm də həmkarıq biz. Daha sonra öz şəxsi bir kursum var, bu online study akademidir və bizim bir əməkdaşlıq çərçivəsində ilk ortaq təlimimizdir bu təlim. Daha sonra layihələr, qrantlar və s. beləsinə gedir. Yəni özüm haqqında ətraflı çox danışıb vaxtımızı da almaq istəmirəm. Elə isə hazırsa gəlin başlayaq təlimə. Amma sizdən bir xahişim olacaqdır ki, mümkün qədər kameraları aça biliriksə, yəni açsaydıq yaxşı olardı. Yəni heç mümkün deyilsə problem yoxdur. Amma mümkün qədər açsaydıq yaxşı olardı. Çünki belə elə bir özümlə danışır kimi görürəm. Paylaşımı hər kəs görürmü, ekran paylaşımı mənim? Çünki bunu paylaşdığım zaman mən sizi görmürəm. Bəli, müəllim, görürük. Əla. Elə isə başlayaq. Müasir müəllim modeli. İlk öncə təlimin məqsədi ilə tanış olaq. Təlimdə məqsədimiz, dediyim kimi, yəni bu böyük bir mövzudur. Biz bunun müəyyən hissəsini 90 dəqiqə sığışdırmağa çalışacağıq. Müasir müəllim anlayışını öyrənmək, 21-ci əsr bacarıqlarını tanımaq, rəqəmsal alətləri tanımaq və müəllimin şəxsi brendi haqqında danışacağıq. Və indi mən qrupa belə bir məlumat yazmışdım ki, hər kəs yanında zəhmət olması 3 dənə stiker götürsün. Yəni yanınızda stikerləriniz varmı? Və yaxud da bunun chat yerinə də yaza bilərik istəsəz. Sualım belədir ki, təlimdən gözləntiləriniz nələrdir? Onu chat hissəsinə də yaza bilərik. Burada da bölüşə bilərsiniz. Təlimdən gözləntilərinizi chat hissəsinə yaza bilərsiniz buradan. Hələ ki, yazan yoxdur. Son dərslər yeni təlim modellərinə uyğun tədris etmək üçün və saytlara tanış olmaq, dərs keçəcək maraqlı metodlar öyrənmək. Sonra
Yeni təlim metodları haqqında məlumat almaq, müasir müəllim ənənəvi müəllimdən fərqini öyrənmək, 21-ci əsr bacarıqları. Səssiz şəkildə də deyə bilərsiniz. Yəni kimsə istəyirsə burada əl qaldırmaq işarəsindən qaldırıb səssiz şəkildə deyə bilər. Müasir müəllimin təhsildə rolu, avantajı, şəxsi brend. Təlim kurikulum yönümlü olsa daha yaxşı olar. Bir çox məktəblərdə bu tədris olunmur. Müasir dövrdə tələbə və şagirdlər dərsi qulaq asdırmaq olduqca çətindir. Bunun üçün xüsusi metodlar, eynən bu məsələ çox maraqlıdır. Öyrənmək istəyirəm, yeni metodlar nələrdir, onları bilmək istəyirəm. Yeni metod və bacarıqlarla tanış olmaq. Aydındır. Hamısı maraqlı gözləntilərdir. Ümid edirəm ki, bu təlim əsnasında həmin bu gözləntilərinizi qarşılaya biləcəm. Dünya təhsilinin inteqrasiya maraqlıdır. Təlim prosesində yeni bilik və bacarıqlarla tanış olmaq və qazanılmış biliyi tətbiq etmək. Əslində, belə bir şey bildirim ki, sizə təlimdə genəldə 16-20 nəfərin olması daha interaktiv bir təlim mühiti yaranır. Amma 20 nəfəri keçəndən sonra bu təlim seminarı kimi baş tutur. O baxımdan düzdür, bizim bir neçə praktik işimiz olacaq burada. Amma sayımız çox olduğu üçün və daha çox praktik işlə istifadə edə bilməyəcəyik. Əla. İndi gəlin davam edək. Keçək əsas məsələyə. Deməli, təlimin məqsədindən danışdıq, gözləntilərimizdən danışdıq. İndi isə gəlin məşhur suala baxaq. Sizcə müasir müəllimi ənənəvi müəllimlə fərqləndirən əsas cəhət nədir? Mikrofonlarınızı əl qaldırıb, yəni bunu səsli cavab verəcəyik. Kim demək istəyər fərqin bu haqda? Şəxsiyyət yönümlü olması. Salam, Elməhdi müəllim. Salam Leyla müəllimə. Axşamınız xeyir. Xoş gördük sizi. Mən sualı cavablandırmaq istəyirdim qısa. Müasir müəllimlə ənənəvi müəllimin bəzən adətən yaşlı müəllimlər və ənənəvi təlim üsulu ilə dərs keçən müəllimlər bir neçə təlimdə olmuşam. Müasir müəllim modeli bəzən o müəllimləri qıcıqlandırır, bəzən. Düşünürlər ki, niyə müasir müəllimlə hal-hazırda müasir müəllim ifadəsi daha çox işlənir? Bizlə sizin fərqiniz nədir? İnanın ki, fərq sadəcə kurikulumun gəlməsi və bəlkə də o dövrdə kurikulum bizə dərs keçən müəllimlər arasında gəlsəydi, əgər həmin bizə dərs keçən müəllimlər o metodla dərsi keçsəydi, hal-hazırda heç bir fərq olmazdı. Azərbaycanda kurikulum neçənci ildən tətbiq olunmağa başlayıb? 2008-ci ildən tətbiq olunmağa başlayıb, amma 1918-ci ildə bilirik ki, harda yaranıb? Amerikada yaranıb, düzdürmü? Ona görə də 2008-ci ildən kurikulum yaralanandan artıq Elm və Təhsil Nazirliyi müxtəlif təlimlər keçirdi, müəllimləri həmin təlimlərə cəlb etdilər ki, müəllimlər kurikuluma yiyələnsinlər və biz Avropaya inteqrasiya edə bilək, düzdürmü? Həm təhsil sahəsində, digər sahələrdə necə inteqrasiya etmişiksə, təhsil sahəsində də yenidən inteqrasiya edə bilək və ilk inteqrasiyamızı edə bilək. Düzdür, bəzi ajotajlar yarandı müəllimlər arasında, amma hal-hazırda biz görürük ki, get-gedə artıq o ənənəvi təlim üsulu ilə dərs keçən müəllimlər belə təsdiq edə bilərlər ki, hal-hazırda kurikulum onlara nə qədər xeyri var. Onlar əgər kurikulumu bilməsəydilər, məktəbdə idarə etmələri zəif olardı və hal-hazırda sertifikasiya imtahanından keçə bilməzdilər. Yenidən ikinci iş yeri kimi müəllimlərin işə qəbulunda iştirak edə bilməzdilər. Bunun bir yaxşı
yaxşı cəhəti. Digər yaxşı cəhəti isə odur ki, artıq biz şagirdlərə daha çox töhfə vermiş oluruq. Biz dialoji təlimlə hal-hazırda dərsləri keçiririk, amma əvvəlki təlim necə idi? Müəllimlər gəlirdi, məsələn, bizim müəllimlərimiz də gəlirdi, dərsi keçirdi, gedirdi. Heç imkan vermirdi ki, biz ağzımızı açaq, nəsə danışaq, düzdürmü? Amma hal-hazırda isə təlim o qədər maraqlı keçir ki, mən müəlliməm, hal-hazırda məktəbdə işləyirəm, eyni zamanda tanıyırsınız, təlimçiyəm, müəllimlərlə işləyirəm. MİQ və sertifikasiya üzrə, eyni zamanda kurikulum psixoloji hazırlıq üzrə və hal-hazırda biz müəllim kimi biz məktəbdə dərs prosesində şagirdləri o qədər şəxsiyyət kimi nəzərə alırıq ki, bu digər müəllimlərin, rəhbərliyin, valideynlərin o qədər xoşuna gəlir ki, onlar şagirdləri nəinki dərsdən uzaqlaşdırıb repetitor yanına qoymağa, hətta məktəbə belə göndərməyə can atırlar. Ona görə də şagird bir şəxsiyyətdir. Müəllimin əsas işi nədir? Şagirdi şəxsiyyət kimi formalaşdırıb cəmiyyətə adaptasiya etmək. Hal-hazırda biz bunun üçün çalışmalıyıq. Biz o şəxsiyyətləri müəllim yetişdirir. Hal-hazırda bizim üçün imkan yaranıb da İKT bacarıqlarımızı öyrənib formalaşdıraq, müasir müəllim modeli necə tənzimlənməlidir, onu öyrənib formalaşdıraq, digər müəllimlərə biz o təlimlərdə keçək, şagirdlərə öz biliklərimizi Avropaya necə inteqrasiya etmişiksə, Avropa təhsilinə, yəni kurikulum vasitəsilə hal-hazırda da biz nə etməliyik? O biliklərimizi şagirdlərə ötürməliyik. Kurikulum bizdən bir qısa lakonik deyim. Kurikulum bizdən fən yönümlü yox, bizdən praktika tələb edir. Hətta vaxt gələcək, artıq digər ölkələrdə olur. Biz şagirdlərə ev tapşırığı verməyəcəyik. Ev tapşırığı harda tətbiq olunacaq? Elə dərsin 1-45 dəqiqənin, ola bilsin gələcəkdə danışılır, amma hələ ki əsas yoxdur, yəni dəqiq məlumat yoxdur. Gələcəkdə dərs vaxtı 5-10 dəqiqə heç olmasa artırılsın ki, niyə? Çünki praktika, yəni dərs prosesi, kreativ yanaşma elə dərs prosesində olsa, heç ev tapşırığı olmasın. Yəni bu artıq yeni yanaşmadır. Müasir müəllim modeli ən birinci elə məktəbdən başlamalıdır. Sonra müəllimin imici gələ bilər, davranışı gələ bilər. Təbii ki, müəllim hər yerdə müəllimdir, düzdürmü? Müəllim onlayn təlimdə müəllimdir, müəllim küçədə müəllimdir, müəllim tədbirdə müəllimdir. Müəllim hər yerdə, tək məktəbdə deyil. Müəllim məktəbdən kənarda da öz nüfuzunu qorumalıdır, saxlamalıdır və hər kəsə nümunə olmalıdır. Yəni təkcə tədris prosesindən söhbət getmir. Biz tədrisi qoyduq kənara. Təlimi qoyduq kənara. Biz öz müasir imicimizdən danışsaq əgər, biz öz davranışımıza, mədəni davranış, etik davranış qaydaları var da. Bəzən dildə deyirik, hə, biz bunları bilirik, sertifikasiya üçün hamı əzbər öyrənir, amma bizim çoxumuz bunlara əməl etmir. Mən müəllimlərdən çox xahiş edirəm ki, yəni biz belə deyək də, təhsil prosesində imkan verməyək ki, dərsdən, tədrisdən başı çıxmayan biri, lori dildə desək, gəlib bizdə irad tutsun. Öz vəzifələrimizi, hüquqlarımızı, təhsil verənlərin hüquq və vəzifələri var, valideynlərin hüquq və vəzifələri var, şagirdlərin, təhsil alanların hüquq və vəzifələri var. Biz bunları bilsək, şagirdlərə düzgün formada ötürsək, mən düşünürəm ki, təhsil prosesində heç bir problem olmaz. Yoxsa bir məktəb binasında mən gənc müəlliməm, mən əgər dərsi keçirəm, yeni metodla, interaktiv üsullarla, maraqlı üsullarla, rəngarəng üsullarla, amma digər qonşu kabinetdəki müəllim dərsi necə keçir? Uşağı dərsi keçir, uşaq biraz gecikir, uşağı saxlayır bir ayaq üstə, qapıda küncdə. O məktəbdə nə təhsil prosesindən söhbət gedə bilər, hansı keyfiyyətdən söhbət gedə bilər. Yəni biz deməyək ki, hə filan müəllim dərsi belə keçir də, nə olub ki, işləyir 24 saatı var, 36 saatı var, gül kimi də işləyir. Yox. Yəni biz 10 saatımız olsun, 4 saatımız olsun. Hal-hazırda bilirik də müəllimlər arasında o saat söhbəti müəllimlərin yaralı yeridir. Yəni 10 saatımız da olsa, 4 saatımız da olsa, biz yenə də öz dərsimizi vicdanla keçməliyik ki, inanın ki, özümdən götürürəm, inanın ki, işləyən müəllimlərə dəstək olunur. Sən sakit-sakit dərsini keç, gəl dərsini keç, yeni metodlarla, vəzifəvi hələ deyirəm, vəzifəvi yerinə yetir, hüquqlarını da sonra yerinə yetir. Təbii ki, sənə inan ki, rəhbərliyi də dəstək olacaq, sənə regional idarə də dəstək olacaq, sənə Təhsil Nazirliyi də dəstək olacaq. İnanın ki, belə deyək də, hər şey görünəndir. Əgər sən bunu edirsənsə, yəni artıq görünəcək. Çox danışdım desə, Hörmətli müəllim. Bu arada Leyla müəllimə ilə biz birlikdə müasir müəllim modeli təlimdə olmuşuq. Lənkəranda olmuşdu bu təlim. Dedikləriniz
həqiqətən yerindədir və mən sizə qoşuluram və sizinlə razıyam. Amma bəzi hissələr var, hansı ki, o hissələrin adını çəkirsiniz. Yəni bu təlim sahəsində onlardan danışacağıq. Ona görə Bəli, tamam. çox irəli getmək istəmirəm. Yəni etapla Aha, getməyəm. Buna tamam. görə fikirlərinizə görə həqiqətən çox sağ olun. Bəli, Müəllimlərin iç səsi oldunuz və bu saat məsələləri və digər məsələlərdə ilə. bəli. Bu Tələbənizə şərhlərdən uğurlar arzu edirəm. çox sağ olun Leyla müəllimə. Sağ olun. Burada Nəzrin müəllimə nərini görürəm. Nəzrin müəllimə söz vermək istəyirəm. Eyni zamanda şərhlərdə də qeyd ediblər. İndi xırda bir şey deyim, sonra Nəzrin xanım öz fikirlərini bölüşəcək. Həqiqətən şərhləri də oxuyanda, yəni demək olar ki, auditoriyanın bu haqqda çox ətraflı məlumat olduğunu görürük. Bu çox gözəl bir şeydir. Yəni artıq mən də sizlərdən çox şey öyrənmiş olacağam eyni zamanda. Qarşılıqlı olacaq bunların hamısı. İndi Nəzrin müəlliməyə söz verək. Buyurun. Salam Elməttin müəllim və iştirakçılar, xoş gəlmisiniz. Mən də fikirlərimi bildirmək istəyirəm. Təbii ki, mən hələ tələbəyəm, tam bir müəllim kimi formalaşmamışam. Amma ki, ixtisasıma bələdəm və ixtisasımı sevirəm. Bir çox məktəblərdə iştirak eləmişəm dərslərdə. Məli ki, bacım da kiçik yaşlı olduğuna görə ibtidai siniflərə daha yaxın ola bilirəm və daha yaxınlıqla onları müşahidə etmə şansım olur. Belədir ki, mən keçən illərin birində sinifdə bir yeni üsulla dərs keçən müəllim, bir də ki, ənənəvi üsulla dərs keçən müəllim ilə tanış oldum, dərslərində iştirak elədim 1:45 dəqiqə ərzində. Burada müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Birincisi, ənənəvi üsulla dərs keçən müəllimləri qınaya bilmərik. Yəni, burada nəsə deyə bilmərik onlara, təhqir edə bilmərik. Səbəbini demək istəyirəm. Çünki onlar da o qaydanı öyrənib. Belə baxanda ənənəvi üsulla dərs keçib indiki səviyyəyə gələn müəllimlərimiz yəni pis deyillər. Hər biri də bizə çox şey öyrədiblər. Bizim bu yerə gəlməyimizdə də ənənəvi müəllimlərin dərslə bizi təmin edən müəllimlərin rolu böyükdür. Amma təbii ki, bu uşaqlarda psixoloji problem yarada bilir. Mən buna toxunmaq istəyirəm. Çünki ənənəvi təhsillə dərs keçən müəllimlər çox sərt olurlar və qəddar olurlar. Və mən bu mobbing deyirlər, uşaqlar arasında daha çox olur. Amma müəllimin mobbinginə çox məruz qalmışam. Onların sərt reaksiyalarını, vurmaqlarını, fiziki şiddətinə çox məruz qalmışam. Bu gələcəkdə uşaqda qorxu yaradır, öz sözünü ifadə edə bilməmə qabiliyyəti yaradır. Buna görə də çox böyük, çox yaxşı psixologiyaya malik olmaq lazımdır. Bu da hər kəsdə olmur, təəssüflər olsun ki. Dərslər deyirdim, dərslərdə iştirak etdim və orada gördüm ki, Şeyx Səfi xalçası haqqında danışılır. Mən müəllimə bildirdim ki, müəllim, sizin dərsinizə qarışa bilmərəm. Amma ki, olmazdı ki, bir rəsm. Heç olmasa bircə rəsm orada asasız ki, uşaqlar xalça haqqında ilkin məlumat əldə eləsinlər. Baxsınlar ki, xalça nədir, necə olur, o xalça nə... Dedi ki, mənə cavabən, dedi ki, assam da onlar nə başa düşəcəklər, xalçadır da elə görəcəklər. Dedim, mən biraz tarix haqqında maraqlı faktlardan danışsaz, onlar üçün daha əlverişli olar, daha çox həvəsli olar. Gördüm ki, bir sinifdəki uşaqlar çox həvəssiz gəlirlər dərs. Hətta mən sizə belə deyim, 30 nəfərdən 2 nəfər şagird dərsə gəlmişdi. Bu da əlbəttə ki, çox pis nəticədir. Digər sinifdə müasir dərs keçən müəllim, interaktiv şəkildə dərs keçən müəllim gördüm ki, çox gözəl dərs keçirdir, çox gözəl dərs aparır. Uşaqların tak edeyim, 30-dan 24-ü gəlib, dərsdə iştirak edib, digərlər müəyyən səbəblərdən gələ bilməyib. Müəllim biraz dərs üsulundan danışdı. Mənə dedi ki, oyunlar keçiririk, onlara müxtəlif işlər görürük, onlarla gəzintilərdə iştirak etdirəm onları filan. Dərs keçirmə uşaqlar 1-ci sinifdə oxuyurdu. Amma o qədər gözəl, sizə bir şey deyim, mən oyun keçirtdim onlar arasında. Hərfləri dedim çəkin. Hərəsinə bir hərf dedim. Onlar da hərfləri çəkdilər və hərflərdən müxtəlif şəkillər əmələ gətirdilər. Məsələn, bu hərfi dedim, onlar bu hərfindən kəpənək çəkdilər, kəpənək hazırladılar. Gördüm ki, uşaqların həqiqətən də yüksək biliyi var. Onların təsəvvürü bizdən yüksək səviyyədədir. Onlar tez başa düşürlər. Sadəcə onlarla düzgün istiqamətdə işləmək lazımdır. Və bu məni həqiqətən də sevindirdi. Mən elə bilirdim ki, bizim uşaqlar çox belə heç işləməmişdim də uşaqlarla. Elə bildim ki, başa düşməzlər, desəm gərək çox başa salam. Amma gördüm, bircə dəfə deməyimlə, mən o videoyu neçə dəfə baxıb öyrənmişdim, amma onlar bircə dəfə deməyimlə onu başa düşdülər və tezliklə həll edib mənə verdilər. İndi yanımda deyil, göstərərdim sizə hətta. Yəni, həqiqətən də müasir müəllimlərlə ənənəvi müəllimin arasında məncə fərq budur. Müasir müəllim düzgün işləyir, ənənəvi müəllim sərt olur və uşaqlara daha çox nəzakət göstərmir.
Çox sağ olun dinlədiyiniz üçün. Çox sağ olun fikirlərinizi bölüşdüyünüz üçün. Mən növbəti slaydıma indi keçid almaq istəyirəm. Yəqin ki, mən deyilən bütün şərhlərlə razıyam. Chat bölməsinə yazdığınız şərhlərlə də, canlı olaraq dediyiniz şərhlərlə də razıyam. Mən də belə bir şey qeyd etmişəm burada. Ənənəvi müəllim daha çox bilik ötürücü və müəllim mərkəzli olur. Amma müasir müəllim bələdçi, şagird mərkəzli və texnologiya yönümlü olur. Aralarında belə bir fərq var. Və xırda bir nüansa da toxunmaq istəyirəm ki, misal üçün, əvvəlki uşaqlar deyəndə, belə deyək də, yəni özümüzdən götürək və bizdən əvvəlkilər götürək. Misal üçün, oturub bir yerdə bir 20-30 dəqiqə, hətta bir 45 dəqiqə müəllimə qulaq asa bilirdi. Amma yeni uşaqlara fikir verdiyi zaman, yəni 10 dəqiqədən, 15 dəqiqədən sonra artıq dinləyə bilmirlər. Onlar yeni bir şey axtarırlar, amma yeni bir şey tapa bilməyəndə də onlar dərs maraqsız gəlir, ya yuxuluyurlar, ya öyrənmirlər, ya fikir vermirlər, ya siz dediyiniz kimi dərsə gəlmirlər və s. kimi belə bir hallarla rastlaşırıq. İndi burada belə bir bacarıqlar qeyd eləmişəm mən. 21-ci əsr bacarıqlarında daha çox müəllimlərin dərsləri zamanı bu bacarıqlardan istifadə eləməsi dərsin daha maraqlı olmasına gətirib çıxardır. Yəni, rəqəmsal savadlılıq, bu müəllimə aid olan bacarıqları qeyd eləmişəm burada. Rəqəmsal savadlılığın olması, yəni sizin hər hansı bir internet və yaxud da kompüterdən istifadə etmə bacarıqları. Çünki hətta günümüzdə elə müəllimlər var ki, yəni kompüteri açıb söndürmək düymələrini belə bilməyənlər var. Bu onları biz qınamırıq. Çünki artıq dövr bunu istəyir. Onların dövründə bu kimi şeylər olmuyor. Amma müəyyən dövrə uyğunlaşmalar, yəni lazımdır. Çünki hər bir müəllim, hər bir pedaqoq öz üzərində işləməlidir davamlı şəkildə. Digər bir yanaşma isə kritik düşüncə və kreativlikdir. Hansı ki, bayaq müəllimənin də fikirlərində biz bunu gördük. Çünki kreativ yanaşmalar, bu bacarıqlar artıq dərsdə öyrənməyin daha yaxşı yollarını göstərir, daha maraqlılıq yaradır kreativ yanaşmalar. Digər bir bacarıq isə 21-ci əsr bacarıqlarından birisi əməkdaşlıq və kommunikasiyadır. Əməkdaşlıq və kommunikasiya, yəni hər bir müəllimin ətrafında olan müəllimlərlə əlaqəsinin olmağı. Misal üçün, mən bugün Cəlilabadda yaşayıram, amma mənim Gəncədən, Bakıdan, Lənkərandan və digər bölgədən olan müəllim yoldaşlarla əlaqələrim var. Və onlarla olan əlaqələrim və bizim öyrəndiyimiz hər hansı bir yeni məlumatları bir-birimizdən paylaşmağımıza gətirib çıxardır. Paylaşdığımız zaman artıq biz yeni nə edə bilərik, o haqda fikirləşməyə başlayırıq. Düzgün kommunikasiya həm də bunun arada bəzən məktəblərdə görürük ki, müəllimlər arasında belə düzgün kommunikasiyalar olmur. Misal üçün, bu gün mən kimya biologiya müəllimiyəmsə, artıq mənim fizika və digər fənlərlə də kommunikasiya, yəni əlaqələrim olmalıdır. Və bilməliyəm ki, misal üçün, hansı şagirdim daha çox nəyə fokusludur və yaxud da hansı fənni daha yaxşı öyrənir, daha yaxşı bacarır. Yəni, günümüzdə belə bir deyək də, tutaq ki, biz balıqdan ağaca çıxmağı istəyə bilmərik. Amma ona dəryanı verə bilərik, o dəryada daha yaxşı üzə bilər. Emosional zəka və empatiya hissəsinə toxunmaq istəyirəm. Növbəti bacarıqlardan biri budur. Şagirdlərin arasında mütləq şəkildə empatiya qurmağı bacarmalıyıq ki, bu empatiya olmadıqda bullying yaranmağa başlayır, yəni qısnama yaranmağa başlayır. Qısnama da şagirdlərin bir-birinin arasında olan hər hansı bir fiziki, kiber olsun, şifahi olsun, verbal olsun və s. hissələrdən ibarətdir. Bu da sinifdə artıq öyrədici mühitin yaranmamağına gətirib çıxardır deyə mən bugün burada bu bacarığı da əlavə eləmişəm. Ünsiyyət məsələsi isə bütün dövrün bacarıqlarındandır. Çünki düzgün ünsiyyət, düzgün əlaqə artıq orada keyfiyyətli bir işdən söhbət gedir. Yəni, burada artıq nə olmalıdır? Misal üçün, yəqin ki, sizlər də öz dərslərinizi keçdiyi zaman çox şahid ola bilərsiniz. Misal üçün, hər hansı bir şagird danışdığı zaman başqa bir şagird də danışmağa başlayır. Yəni, dinləmə mədəniyyəti mi deyim ona, dinləmə hissəsində problemlər yaranır. Yəni, istər müəllim, istər şagird, ümumiyyətcə danışan bir adam olduqda bir-birimizi dinləməliyik və o artıq ünsiyyətin düzgün qurulmasına gətirib çıxardır. Çünki bugün dinlədiyimiz zaman daha yaxşı cavablar verə bilirik. Amma dinləmədiyimiz halda ona dolğun cavablar verə bilmirik. Kimi bu da günümüzdə olan problemlərdən biridir. Digər məsələ isə yaradıcılıqdır. Yaradıcılıq hissəsi kreativliklə müəyyən qədər eynidir, amma yaradıcı yanaşmalar
bizim dərsdə keçdiyimiz istədiyiniz hər hansı bir mövzu olsun və yaxud da ola bilər ki, məsəl üçün əlavə bir layihə yaza bilərik, bir qrant yaza bilərik və onu şagirdlərimizlə birlikdə eləyə bilərik. Artıq bu zaman daha yaradıcı bir yanaşma ola bilər və yaxud da tələbələrimizdən hər hansı bir fikirlərini ala bilərik, onların hər hansı bir yaradıcılıq yanaşması ola bilər. Daha sonra insanlarda, ümumiyyətlə tələbələrimizdə, şagirdlərimizdə bu yaradıcılığı ortaya çıxartmalıyıq. Bunun üçün də onların bu bacarıqlarını ortaya çıxartmaq üçün o mühiti, o şəraiti yaratmalıyıq. Burada bir şərh gördüm. Bir dəqiqə. Yaradıcı qabiliyyətini inkişaf etdi. Bəli, aktiv dinlə. Bütün təhsil müəssisələrinin problemi dinləmək, eyni zamanda bəli, razıyam. Bəs sizin hər hansı bir, misal üçün, bu bacarıqlara əlavə etmək istədiyiniz hər hansı bir bacarıq varmı? Yəni, biz daha nə əlavə edə bilərik? Misal üçün, 21-ci əsr bacarıqlarına. Aktyorluq qabiliyyəti, aha. Aktyorluq maraqlıdır. Axşamınız xeyir müəllim. Axşamınız xeyir. Buyurun. Sual verə bilərəm. Bəli, bəli. Müəllim, yaradıcılıq bacarığını şagirddə necə yarada bilərik? Məsələn, mən hardasa bir sual verirəm şagirdlərə də ki, biraz onlarla münasibət quraq, nəsə ünsiyyət quraq. Şagirdlər yəni heç bir fikir bildirmirlər. Yəni sadəcə ancaq adam ağzına baxırlar. Yəni o necə yaratmaq olar ki, şagirdlər də dərsin gedişində aktiv olsunlar da belə. Yəni oyun keçirsəm də, interaktiv dərs keçirməyə çalışıram. Bəzi siniflər var ki, ümumiyyətlə danışmırlar, ümumiyyətlə heç bir fikir bildirmirlər də. Yəni bunu necə eləmək olar ki, şagirdlər açılışsınlar deyək, biraz rahat hiss eləsinlər deyim, yoxsa nətər? Çox maraqlı sualdır. Hətta qəşəng sualdır, belə deyim. Yaradıcılığı öyrənmək üçün belə deyək də, yəni heç tələbələr, şagirdlərinizə sual vermisiniz, misal üçün, kim nəyi bacarır? Misal üçün, mən şagirdlərimə, mən peşə təhsilində çalışıram və bizdə hər il 9-cu sinifi bitirənlər qəbul olur və ilk dərslərimdən biri, məsəl üçün, suallarından biri uşaqlarda olurdu ki, kim nəyi bacarır? Hətta maraqlı bacarıqlar belə görmüşük. Siz əsas səriştələrdən dərs keçmisiniz müəllim? Necə? Əsas səriştələr dərsi var, peşə təmayüllü siniflərdə. Mən də qrup rəhbəri kimi çalışıram. Orada məsələn baxırsan ki, qəşəng metodlar var da, interaktiv dərs qurmaq üçün. Amma bir yəni sahibkarlıqdan danışılır, nə belə. Bilmirəm, siz ondan dərs keçirsiniz ya yox? Xeyr, mən peşə təhsilində biologiya fənnini tədris edirəm. Eyni zamanda da, yəni belə deyək də, biologiya fənnini tədris edirəm, eyni zamanda şagirdlərimin müəyyən təlimləri cəlb edirəm. Məsəl üçün, tələbələrim var, onlarla birlikdə biz Bakıda bir startup yarışmasında finalist olmuşuq, ölkə üzrə 114 komanda içərisində. Onları ora dəvət eləmişəm. Məsəl üçün, başqa tələbələrim isə aktyorluqla bağlı bir tamaşa hazırlamışıq, onu eləmişik. Yəni, hər tərəfə, indi o təlimin digər hissələrində o haqda danışacağıq. Fərdi individual yanaşmalardan danışacağıq. İndi belə bir şey deyək də, misal üçün, şagirdlərinizin yaradıcılıq bacarıqlarını öyrənmək istəyirsinizsə, yəni bunun yolu sadəcə mənim bildiyim qədərlə deyirəm. İndi burada kimisə fikri varsa, hansı bir iştirakçımızın, o da fikirlərini bildirə bilər. Çünki öyrənə biləcəyimiz bir mühit yaratmışıq burada. Onları, yaradıcılıq bacarıqlarını ortaya çıxarda biləcəyimiz mühit yaratmaq, o mühitdə artıq biz gözləntilər elədiyimiz zaman şagirdlərimiz artıq bilirik ki, misal üçün, hansı şagirdimiz nəyə qadirdir. Misal üçün, kiminsə əl bacarığı ola bilər, o ortaya çıxır. Kimindəsə aktyorluq bacarığı ola bilər, o artıq özünü büruzə verir. Hansı şagird baxırsan, bu çox qəşəng bir Kevin belə aktyorluq bacarığı ola bilər. Onları hansı bir tədbirlərimizdə istifadə edirik. Yəni, onların hər birinə fərdi olaraq yanaşdığımız zaman artıq o hissələri onlar büruzə verir. Belə düşünürəm mən. İndi bilmirəm, sualınızı nə qədər cavablaya bildim. Aha, müəllimə buradadır. Çox sağ olun müəllim. Yəni müəllimdən asılıdır. Əlbəttə ki, yəni müəllimdən asılıdır. Onu bilirəm ki, bizdən asılı olan bir şeydir.
Yəqin ki, mən düzgün dərs qura bilmirəm, ona görə belə bir şeylər alınır. İndi burada yox, belə yanaşmayaq. Məsəl üçün belə bir şeylər də ola bilər ki, Yəni mən özüm coğrafiya müəlliməsiyəm də, həm dərs coğrafiyanı tədris edirəm. eynən, bəli, aha. Hə, yəni ki, çalışıram ki, şagirdlərlə rahat olsunlar da o mühiti yaratmaq üçün. Amma yəni şagirdlərin istədiyim nəticəni ala bilmirəm. Elə bir ki, nəsə narahatçılıq olur həmişə. Elmətdin müəllim. Bəli, buyurun. Vəfa müəllim idi, səhv eləmirəmsə, salam müəllim. Mən sizin fikrinizə fikir bildirmək istəyirəm. Bu sizin probleminiz deyil məncə. Yəni siz çalışırsınızsa əgər bu birinci sinifdən məktəbə qədərdən hətta hazırlıq dövründən başlayaraq uşaqlara mənimsədilməlidir. Uşaqlar aktiv deyillər. Mən belə başa düşdüm. Yəni siz işləsəz belə, çalışsaz belə onlar sizinlə birgə işləyə bilmirlər. Çünki sözlərinizdə bunu müşahidə elədim, fikirlərinizdə. Bu əvvəldən onlara mənimsədilməyib deyə onlar onu eləmədə çətinlik çəkirlər. Yəni bir qədər bu ibtidai sinif müəlliminin günahıdır məncə. Bir də ki, bunu biz universitetdə də rastlaşdıq. Biz universitetin birinci kursunda olanda tələbə yoldaşlarım həddən artıq çəkinirdi. Hətta belədir ki, biz tədbirlərdə iştirak edəndə belə çox narahat iştirak edirdik. Görürdük ki, həqiqətən də biz niyə bu qədər geridəyik də? Elə ancaq biz bunu fikirləşirdik. İkinci kursa gələndə bir qədər aktivləşdik. Hətta Tıxtıq xanımın biz dərsimiz var idi. Bilirsiniz də uşaqlarla işləyirik biz. Ona görə birinci özümüzün üzərində işləməliyik. Tıxtıq xanımın tədbirini keçirtdik. Təbii ki, universitet uşaqları gəlib Tıxtıq xanımı oynamağı biraz çətin bir şeydir. Yəni bunu eləmək hər adamın işi deyil. Amma biz sağ olsun tələbə yoldaşlarımla bir yerdə bunu təşkil elədik və müəllimə təqdim elədik. Həqiqətən də çox maraqlı alındı, bizim üçün də maraqlandı. Yəni belə bir şeyləri xırda-xırda başlamaq lazımdır məncə. Elə olduqda daha rahat olur. Rahatlaşdıqdan sonra auditoriya mühit siz başlayırsınız daha da kəskin işləməyə, daha da interaktiv işləməyə. Onda sizin işiniz düzgün alınacaq. Amma əvvəlcə rahat mühit yaradın. Yəni düzdür, sizin kimi peşəkar müəllimə nəsə öyrətmək mən kimi tələbəyə yaraşmaz. Amma bu sadəcə mənim öz şəxsi fikrimdir. Sizlə bölüşmək istədim. Çox sağ olun dinlədiyiniz üçün. Çox sağ olun. Burada maraqlı bir neçə şərh gördüm. Şagirdlərin özgüvən məsələsi və özgüvən məsələsi aşağı ola bilər eyni zamanda, bəli. Və bu hissələrdir. Sonra ünsiyyət məsələsi var burada. Ünsiyyət qurmadığımız zaman, yəni şagirdlərin bir-birinin arasında ünsiyyəti yaxşı etdiyimiz zaman artıq onlar özgüvənli olmağa başlayır. Bir də özgüvənli yaratmaq üçün onlara xırda bir tapşırıqlar verə bilərik və onların üstəsindən gələ biləcəkləri bir şeylər. O tapşırıqları elədikləri zaman artıq o mən hər hansı bir işi eləməyi bacarıram deyə düşünür və daha çox özgüvənli olmağa başlayır. Məsəl üçün özümdən bir nümunə çəkmək istəyirəm bu hissədə. Mən ümumiyyətcə 10-cu sinifdə, hətta 11-ci sinifə qədər, yəni hər hansı bir toya gedərkən qohumlarımız olsun falan, yəni heç bir toyda oynamazdım. Çünki mən özümdə həmişə düşünürdüm ki, oynaya bilmirəm, çəkinirdim, utanırdım. Və son zəng tədbirimiz olacaq Ərəfədə. Biz sinif olaraq bir aylıq rəqs tədbirinə qoşulmuşduq. Daha doğrusu rəqs kursuna getmişdik ki, son zəngdə yəni özümüz üçün bir maraqlı flashmob bir şey hazırlayaq. Milli rəqs kursuna getmişdik. O rəqs kursuna getdikdən sonra artıq mən oje toydan yığışdırmaq olmur. Yəni mən toya ancaq oynamaq üçün gedirəm. Oynaya bilməyəcəyim toya getmirəm. Belə deyim açıq. Yəni insan həyatında müəyyən bir şey başlayır və artıq sən ondan sonra özgüvənli olmağa başlayırsan və nəsə eləmək istəyirsən. İndi burada şərhlər çoxdur. Yəni hamısını oxusam, yəni vaxtınızı çox almış olacağam. Keçək növbəti slaydımıza. Yəni təhsil ümumiyyətlə çox geniş bir mövzudur, açıq deyim. Növbəti mövzumuz növbəti hissə. Belə bir hissə qoymuşam. Deməli, müasir müəllim modelinin dünya üzrə. Biz burada Finlandiya, daha sonra Cənubi Koreya, bir də Singapur yanaşmalarını görə biləcəyik. Müasir müəllim Finlandlara görə, yəni onlarda mentor və bələdçi rolundadır. Dərslərdə az formal test, çox praktiki fəaliyyətlər göstərilir. Yəni dərslərdə daha çox praktiki yanaşmalar edirlər. Müəllimlər şagirdlərin maraqlarına uyğun fərqləşdirilmiş tədris qururlar. İndi digər mövzumuzda bu haqqda danışacağıq.
Yəni şagirdlərin maraqlarına uyğun fəaliləşmiş dərslərin qurulması. Cənubi Koreyada isə müəllimlər texnologiyadan geniş istifadə edirlər. Ağıllı lövhə, onlayn platformalar, şagirdlərin rəqabət qabiliyyətini artırmaq üçün interaktiv dərslər təşkil edirlər. Müəllimlər davamlı təlim və peşəkar inkişaf proqramlarına qatılırlar ki, öz bacarıqlarını inkişaf etdirsinlər. Sinqapurda isə müasir müəllimlər 21-ci əsr bacarıqları, tənqidi düşüncə, əməkdaşlıq, yaradıcılıq üzərinə fokuslanır. Hər dərs praktiki fəaliyyət və qrup işlərlə zənginləşdirilir. Müəllimlər üçün dövlət tərəfindən xüsusi innovativ təlim mərkəzləri fəaliyyət göstərir ki, bu son olan məsələ də çox vacibdir. Müasir müəllimi dünya modelində belə bir şeylər görə bilərik biz. Müasir dərs metodlarına gəlmək istəyirəm indi. Bu da çox vacib hissələrdən biridir. Mən burada 4 dənəsini yazmışam. Hibrid təhsil, oyunlaşdırma, diferensial təlim və STEAM yanaşması. Hibrid təhsil bilirik ki, pandemiyadan sonra daha çox onlayn təhsil bizim günümüzdə, necə deyim, daha çox görməyə başladıq. Pandemiyadan əvvəl daha fokuslanmamışdıq buna çox. Amma dünyanın bir çox ölkələrində onlayn təhsildən istifadə edirlər və hətta bu pandemiya vaxtlarında mən özümün yaratdığım Online Study Academy platforması və bugün sırf bununla bağlı eləmişdim. Yəni pandemiyadan sonra eləmişdim. Amma əvvəl heç mən də düşünmürdüm bu haqda. Və bu hər iki onlayn və offlayn, əyani və distant təhsilini birləşdirmək bu hibrid təhsili ortaya gətirib çıxardır. Yəni müəyyən hissələri biz sinifdə öyrətdiyimiz zaman və yaxud da WhatsApp qruplarında və yaxud da onlarla onlayn hər hansı bir nə isə öyrəndiyimiz zaman bu artıq biz hibrid şəkildə eləyirik bunu. Bu artıq belə deyim də əyani təhsil var. Biz gedirik, məktəbdə dərsimizi keçirik, müəyyən cavablarımızı alırıq, soruşuruq. Yəni, hər şey bununla bitməməlidir. Müəyyən hissələrini artıq onlara elə aşımalıyıq ki, yəni siz araşdırma qabiliyyətlərini, bax burada çox insanın problemi olan bir məsələ ortaya çıxır. Searching deyirlər ingilis adına. Yəni, araşdırma qabiliyyəti. Yəni, tələbə və yaxud da şagird bugün dərsdə mən bunu öyrənirəm, bundan bitirməməlidir. Davamlı şəkildə araşdırmalıdır. Ona görə mən araşdırma işləri verdiyim zaman tələbələrimə bunu bir neçə platformada axtarmağını da təklif edirəm. Süni intellektindən tutmuş Google-una qədər. Oyunlaşdırma məsələsindən bayaq danışdıq. Oyunlaşdırma hissəsində artıq tələbələr öyrəndiyi şeyi daha yaxşı yadında saxlamağa başlayır. Bunu daha çox misal üçün belə deyək də. Təsəvvür edin təlimlərə getdiyiniz zaman energizerlər görürsünüz. Yəni orada müəyyən oyunlar alırsınız. Bu sizin həm aldığınız hər hansı bir biliyi müəyyən qədər saxlayırıq. Tutaq ki, bugün hər hansı bir biliyi alırıq. Müəyyən oyunlardan sonra beynimiz rahatlayır və təzədən davam edirik. Buna başlayırıq. Eyni zamanda dərsimizi qurduğumuz zaman da oyunlardan istifadə etdiyimiz zaman şagirdlərimiz daha yaxşı qavram başlayır. Misal üçün mən bir nümunə gətirim sizə. Avtomobil diaqnostik qrupunda mən böyük qan damar sistemini maşın yolu ilə izah elədiyim olub. Yəni, maşının getməyi, gəlməyi, digər zolağa keçməyi bu cür izah eləməyimlə olub. Daha sonra sinir sistemi ilə bağlı bir dərs olsun, akciyərlərlə bağlı bir dərs olsun. Bu oyunlaşdırmanı öz keçəcəyimiz, tədris edəcəyimiz fənlərə inteqrasiya eləməyə bacarmalıyıq. Belə bir sual vermək istəyirəm. Misal üçün, dərslərinizdə ən çox hansı bir oyunla istifadə eləmişsiniz və yaxud da nəyi oyunlaşdırmışsınız hansı bir dərsinizi? Fikirlərini bölüşmək istəyənlər var mı? Aha, bir nəfərin səsini eşitdim. Elmət müəllim, həyat bilgisi dərslərində ən çox istifadə edirik oyunlardan. Məsəl üçün, nəzakət qaydalarını keçərkən kitabxanadan kitab götürmək kimi bir oyunlar təşkil edirik. Kitabxanadan şagirdlər kitab götürür, onlardan necə rəftar edir, kitabı necə istəyir, müraciət qaydalarını öyrədirik oyunlarla. Sonra səhnəciklər təşkil edirik. Bu cür. Demək olar ki, həyat bilgisinin çox dərslərini elə oyunlarla təşkil edirik. Uşaqlar daha yaxşı qavrayır onda. Eynən, bu kimi fənlərdə daha çox istifadə etmək olur. Məsələn, riyaziyyat var, burada riyaziyyat gördüm. Riyaziyyatda da çox oyunlardan istifadə edirik. Hesablama işlərini, aha.
Məsəl üçün, tarix fənninin, içimizdə tarix müəllimi varmı? Tarix dərslərində necə oyunlaşdırmadan istifadə edirsiniz? Misal üçün, mənə maraqlıdır. Onun bilmədiyi bu işdə həmişə qorxur. İnsan bilmədiyi bir işdən həmişə qorxur. Eynən. Zaten bizim bu beynimizdən də bağlıdır. Beynimiz tənbəlliyə meyillidir deyə və komfort alanından çıxmaq istəmir deyə. Onun üçün çalışır ki, rahat olsun və addım atmaq istəmir. Bəzi dərslər var ki, onlar şagirdlərdə laqeyd mənimsədilib və müəllim dərsə hörmət qalmayıb. Bu dərslərdə bir də təsvirində sənət, birinci sənət hocasında incəsənətdən bu qədər hörmətsizlik edilir. Bu kimi şagirdlər laqeyd mənimsədilib. Başa tam olaraq anlaya bilmədim bunu. Başqa bir müəllim laqeyd mənimsədilib, ondan sonra sizin dərsinizdə məlumayıblar. Mən birinci gün yaradıcı drama edəcəyəm İsi Məlikzadənin. Ədəbiyyatla bağlı deyəlim ki. Ədəbiyyatda da çox olur oyunlaşdırmadan istifadə edir. Misal üçün, bizim bir tamaşamız olmuşdu. Leylini qoyma məktəbə getsin tamaşası yaratmışdıq şagirdlərimizlə. Tarix müəllimi deyiləm, amma tarixi şəxslər rolunu oyunlar canlandırma olar. Eynən, bəli. Oyunlaşdırma adi bir şeydir. Misal üçün, mən Təhsil Nazirliyindən bir təlim sifarişim var idi. Bu, ümumi təhsil müəllimlərə təlim keçməliydim. Bullying ilə bağlı təlim idi. Daha çox o istiqamətdə idi. Və orada çox belə, necə deyim, ənənəvi deməyə, yəni mən ənənəvi və müasir olaraq ayırmaq istəmirəm müəllimləri. Yəni, bullyingə meyilli müəllimlər çox idi. Təlimin demək olar ki, biz hər günü bu vaxtda danışırdıq. Orada mən oyun təşkil edeyim zaman müəllimlər mənə dedi ki, biz bu yaşda müəllimi oyun oynayacağıq. Belə qəribə yanaşma gördüm. Amma bir dəfə oynayandan sonra artıq biz hər gün sırf müəllimlər təlimdən çox oyun oynamağa gəlirdilər. Yəni, oyunlaşdırdığımız zaman dərslərimiz o qədər maraqlı olur ki, və yaxud dediyiniz bir misal vardı, 22 müəllim və 22 nəfər şagird gəlmişdi, bir sinifdə isə 2 nəfər gəlmişdi. Bax, onu görə bilirik, bəli. Crossword keçirə bilərik, eynən. İstifadə edək, bəli, misal üçün. Daha çox oyunlaşdırma son dərslərdə mən deyərdim ki, mütləq təşkil olunmalıdır. Tarix müəllimi sinif qrupları ayırırdı, 3 komanda və hər birinə ad qoyurdu, yarış keçirdirdi. Qazanan komandaya sneakers hədiyyə edirdi. Maraqlıdır. Demək, uşaqlar isə öyrənməyə can atırdı. Eynən. Ədəbiyyat dərsləri, dram dərsləri, səhnələşdirmək. Eynən. Çox maraqlı nümunələriniz var. Mən əleyhinəyəm. Nəyin əleyhinəsi? Dərsləri oyunlaşdırmanın nə əleyhinəsiniz? Nə baxımdan? Yəni, fikirlərinizi almaq istəyərdik. Səssiz də deyə bilərsiniz, Nailə müəllimə. Mötərizə nə işə yaradığını, niyə qoşulduğunu izah etmək üçün tarixdən istifadə. Salam Elmədin müəllim. Salam Nailə müəllimə. Mövzudan biraz kənara çıxmaq istəyirəm Elmədin müəllim. Mən bu il 4-cü sinifdəyəm. Elmədin müəllim, təhsilimiz deyirik ki, diferensiallaşdırma ilə, məsəl üçün, keçək deyirik dərsimizi, diferensial yanaşaq şagirdlərə. Mən bu il 4-cü sinifdəyəm. Mənim hər günüm qorxu içində keçir. Hər gün monitoring. Monitoring xəstəliyinə tutulmuş Elmədin müəllim. Diferensial təhsil deyirik ki, diferensial yanaşaq şagirdlərə. Məndə qarşımda oturan 16 şagird, hamısı 2016 təvəllüd şagirdlərlə. Uşaqların demək olar ki, 8-9 dənəsi yanvar, fevral, mart, aprel ayında doğulan uşaqlardır. 5 dənə uşaq isə İnanırsınız, dekabrın son günlərində doğulan uşaqdır. İndi təsəvvür edin, mən dediyimi, yanvar ayında dünyaya doğulan uşaq götürür, dekabrda olan uşağa çatmır. Bir il fərq var. Dərsimi diferensial qururam müəllim. Buna bunun səviyyəsinə, buna bunun səviyyəsinə, eləmi? Dərsin sonunda təlim nəticəsini yerinə yetirirəm. Vicdanım rahatdır, bəli, mənimsədir və nisbətən. Amma monitoring diferensial şəkildə qurulmuraq müəllim.
Aha. Monitoring sualları, monitoring imtahanı, monitoring sınağı diferensial şəkildə qurulmur axı. Mən indi bir şey dəqiqləşdirmək istəyirəm sizlə, müəllimə. Sizin misal üçün razı olmamağınız diferensial təlimlə bağlıdır, yoxsa oyunlaşdırma ilə bağlıdır? Oyunlaşdırma, mən elə bilirəm vaxt itkisidir müəllim. Aha. Mən vaxt Biz itkisidir. oyunlaşdırma Bilmirəm, bəlkə də elə birinci sinifdə, ikinci sinifdə olur, eləmək olur. Amma artıq dördüncü sinifdə qarşıya qoyulan bu tələbatla ki, yəni uşaq bu sinifdə 2 olmasın. Bu buraxılış fənlərdir, monitoringdir. Bu qiymət alıb uşaq 5-ci sinifə keçir. 5-ci sinif müəllimi də gözləyir ki, aha görüm bunun Azərbaycan 4-cü sinifdən Azərbaycan dilən necə gəldi, riyaziyyatdan necə gəldi. Bilirsiniz, yəni 4-dən zəif gəlmişdi, 5-ə keçdi, 4-dən güclü gəlmişdi, məsələn 5-ci sinifə keçdi, zəiflədi və yaxud yerindən bayaq bir müəllimə qeyd elədi, uşaq zəifsə, deməli o ibtidai sinifdən zəif gəlibdir. Və belə parçalanma yaranır. Yuxarı sinif, 4-cü sinifə keçəndə mən ümumiyyətlə oyunun əleyhinə bilmədim mənim. Elə bəlkə də səhv düşünürəm müəllimlər deyən, bilmirəm, bəlkə də səhv düşünürəm. Belə bir şey deyim də sizə, yəni biz oyunlaşdırma dediyimiz zaman hər dərs tələbələrlə, şagirdlərlə oyun oynayırıq demirik. Oyunlaşdırma dediyimiz zaman müəyyən artıq dərsin bir hissəsində müəyyən qrup işləri zamanı eləyə bilərik bunu oyunlaşdırmadan. Mən sizi başa düşürəm, siz məsuliyyət hissi sizdə daha çoxdur və düşünürsünüz ki, bu uşaq 4-cü sinifdən 5-ci sinifə keçməlidir və bunun nəticəsi yaxşı olmalıdır. Valideynlər məndən nəticə gözləyir, müəllimlər məndən nəticə gözləyir. Aşırı məsuliyyətli olmaq gözəl bir şeydir, amma aşırı cəhətdən buna yanaşdığımız zaman artıq o Nizami Gəncəvinin məsələ yadınıza düşür. İndi belə deyək də, siz heç oyunlaşdırma metodundan istifadə eləmisinizmi 4-cü siniflərinizdə? Hər hansı bir dərsinizdə? Yəni yoxlamısınız? Desəm ki, məsəl üçün bunun keçən dərsində mən elədim. Məsəl üçün mövzu da yaddan, həyəcandan mövzunu da yaddan çıxartdım. Yəni hamımız özümüzü, öz fikirlərimizi bölüşürük. Bəli, monitoring deyil. Yox, müəllim, çox istifadə eləmirəm. Eləmirəm, müəllim. Müəllim, üzülürsən, sözünüzü kəsirəm. İlk olaraq bütün müəllimlərə ilk olaraq salamlar olsun. Nailə müəllimənin sözünə uyğun olaraq cavab vermək istəyirəm. Müəllimə deyir ki, mən oyunla olan dərslərin daha uyğun olmadığını düşünürəm. Mənim fikrim olaraq bildirmək istəyirəm ki, bilmək başqa bir şeydir, bilib tətbiq etmək bir başqa bir şeydir. Misal olaraq nəyi demək istəyirəm? Oyunun burada faydası nədir? Tələbələrdən götürək, bilirik ki, oxumasaq kəsiləcək, düzdürmü? Amma bir şagird imtahanın son bir gününə hazırlaşır və kəsilir. Deməli, nə deməkdir? Bilmək önəmli deyil, bunu tətbiq etmək də lazımdır. Şagirdlərə də bildiyimizi göstərmək üçün onu tətbiq etməyimiz lazımdır. Oyunlar isə bizim daha rahat formada göz yaddaşımızın, öz düşüncə yaddaşımızın, qavrama yaddaşımızın hamısının daha aydın formada istifadə edilməsi üçündür. Vaxt itkisi ola bilər, amma qısa vaxtda heç nə öyrənməməkdənsə, vaxtın uzun olub da az da bir şey öyrənmək daha faydalıdır. Bəli, burada maraqlı hissəyə yanaşdınız. Növbəti təlim slaytında elə bu hissəyə toxunmuşam mən. Vizual eşitmə praktiki. Çünki bəzi tələbələr var ki, siz onlara vizual olaraq nəyisə göstərdiyiniz zaman daha yaxşı öyrənirlər. Amma bəziləri var ki, eşitdiyi zaman yaxşı öyrənirlər. Bəziləri var ki, onlar yazaraq öyrənirlər. Yəni fərqli şagird nümunələri var. Oyunlaşdırma hissəsində də, yəni biz ümumi dərsimizin hamısını hər gün oturub oyun oynayırıq. Yəni bunu demək təbliğ etmirik. Amma misal üçün hər hansı bir şey yadda saxlamaq üçün oyunlaşdırma metodundan da istifadə elədiyiniz zaman onun yadında daha yaxşı qalır. Misal üçün sosial mediada gündəm olan Azərbaycan ədəbiyyat müəllimi var. Mahnı versiyasından deyir. Şagirdləri onu daha çox yadında saxlayırlar. Misal üçün başqa bir müəllimin başqa bir metodu var. Yəni bu artıq siz o şagirdlərlə işlədiyiniz zaman mən artıq bilirəm ki, mənim sinifimdə olan Əli, Vəli və yaxud da tutaq ki, Nərgiz necə öyrənir. Bunları artıq mən orada bilirəm və ona uyğun yanaşma edirəm. Bax, burada da başlayır nə? Diferensial təlim hissəsi. Və monitoringə
Çox insan bəzən stres altında olduğu zaman monitorinq gələcək, yoxlayacaq, bu sinifdə hamısı yaxşı nəticə almalıdır. Artıq siz stresdə olduğunuz zaman müəllim öz işini daha yaxşı görə bilmir bəzən. Bir adam belə deyir, yəni bəzən olur ki, insan stresdə olduğu zaman bildiyini də unuda bilir. Və yaxud da danışdığı zaman yanlış da danışa bilir və yaxud da danışa da bilmir, fikrini çatdıra bilmir. Bu kimi hallarla rastlaşdırırıq. Müəyyən şəkildə biz özümüzü o stres balansımızı qorumalıyıq. Və artıq təbii ki, Əlkinaz müəllim dediyi kimi son vaxta saldığımız zaman artıq sabah imtahandır, mən bugün oyun oynayıb dərsi öyrənə bilməyəcəm. Bu mütəmadi olaraq o həmin vaxt çərçivəsində olunmalıdır. Məsəl üçün, bu dərsimizdə bundan istifadə edə bilərəm, amma başqa dərsdə mən oyun yox, başqa bir şeydən istifadə edə bilərəm. Diferensial təlim metodunda isə artıq burada fərdi yanaşmadan söhbət gedir şagirdlərə qarşı. Məsəl üçün, burada müəyyən qeydlər eləmişəm. Məqsəd hər bir şagirdin potensialını maksimum inkişaf etdirməkdir. Və hamı üçün eyni dərs əvəzinə hamıya uyğun fərqli yanaşma. Bəzən olur ki, sinifdə fərqli uşaqlar var, amma onların hamısına fərqli yanaşma eləyə bilmirik. Çünki bu şagird deyir ki, mənə niyə müəllim belə yanaşmalı, digərisi niyə mənə bu cür yanaşdı? Bu kimi hallarla rastlaşırıq. Müəttəq şəkildə burada balansı da qorumaq lazımdır. Yəni, balans məsələsi çox vacibdir. Burada nümunələr qeyd eləmişəm. Güclü şagirdlərə əlavə çətin tapşırıqlar vermək, zəiflərə sadələşmiş tapşırıqlar təklif etmək metodu. Məsəl üçün, biz zəif bir şagirdə güclü bir tapşırıq versək, təbii ki, onun nəticəsini ala bilməyəcəyik. Amma onun səviyyəsinə uyğun bir tapşırıq versək, biz o zaman onu rahat həll edə biləcəyini görəcək. Bu şagirddə motivasiyanı yaradacaq, özgüvəni yaradacaq. Artıq biz növbəti leveldə ona həmin tapşırıqları hissə-hissə verə bilərik. Düzdür, burada müəllimin işi daha çox çətinləşir, vaxt məsələsi də çox azdır, bu hissələrdə var. Bunları mən də başa düşürəm, anlayıram və burada mən də sizin yanınızdayam. Çünki 45 dəqiqəyə bu qədər şey çatdırmaq olmur. Amma müəyyən qədər biz bunlardan istifadə eləməliyik. Yəni, məktəb sırf şagirdin universitetə getməli olduğu bir yer kimi də baxmamalıyıq. Yəni, onlarda hər cür yanaşmanı olaraq öyrətməliyik. İstər onun bacarıqları olsun, ortaya çıxartmaq. Bəlkə o yaxşı futbolçudur. Yəni, əvvəldən belə bir şey var. Valideynlərə soruşsan ki, övladın böyüyəndə nə olacaq? Deyir ki, ya həkim olacaq, ya müəllim olacaq, ya da polis olacaq. Bəlkə o yaxşı bir data analitik ola bilər və yaxud da IT mütəxəssisi ola bilər. Artıq günümüzdə bu karyera məsləhətçiləri meydana çıxdığı zaman biz bunları daha yaxşı görürük. Sonra vizual eşitmə, bax, bayaqki məsələyə toxunmaq istəyirəm. Vizual eşitmək və praktiki öyrənənlər üçün müxtəlif üsullar tətbiq etmək. Artıq vizual öyrənməyə yaxşı olan şagirddə mütəmadi olaraq ilk tapşırığında bunu verə bilərik ki, yəni o vizual olaraq hər hansı bir saytdan istifadə etməyinə kömək edə bilərik. Şahnisə müəllimənin əlini gördüm. Buyurun. Mən istəyirəm daha çox siz danışasınız. Daha sonra qrup işində fərqli rollar paylamaq, lider, təqdimatçı, tədqiqatçı rolları. Bax, bunlar da maraqlı ola bilər onlar üçün. Məsəl üçün, elə uşaq var ki, bunda liderlik qabiliyyəti daha yaxşıdır, birində təqdimat bacarığı daha yaxşıdır. Bax, bu ki, bizim gözləntilərimiz, gözləmləmələrimiz şagirdlərimiz zaman. Biz artıq onlarda bilirik ki, məsəl üçün, hansının bacarığı daha yaxşıdır, o bacarığını istifadə edelim. Məsəl üçün, Azərbaycanda belə bir şey var ki, mən riyaziyyatı yaxşı bilirəm, amma kimyanı zəif bilirəm. Məni kimyadan məşğələyə qoyurlar, hazırlığa qoyurlar və yaxud da əlavə üstümə baskı edirlər. Amma mən riyaziyyatdan daha çox yollarımı açsalar, mən bəlkə daha yaxşı bir riyaziyyatçı ola bilərəm. Digər bir dəqiqə, mən slaydıma qayıdım. Diferensial təlimlə bağlı ən çox istifadə olunan diferensial təlim üsulları nələrdir? Mən burada 3 nömrəsini qeyd etmişəm. Məzmun üzrə diferensiallaşdırma. Eyni mövzunu fərqli səviyyədə təqdim etmək. Eyni mövzunu. Misal üçün, mən avtomobil diaqnostika qrupasında böyük qan damar sistemini maşın yol xətti ilə, maşın zolaqları ilə uyğunlaşdırmışdım ki, yəni, bax, buradan sən bu gedir, bu dönür, demək, bu kapilyardır, qaydacaq, bu olacaq nə? Vena və s. belə. Digər biri isə metod üzrə diferensiallaşdırmadır. Öyrənmə üsulunu dəyişmək.
Yəni video, müzakirə, layihələr halında. Yəni bu metod bu sinifdə getmirsə, biz elə hər gün o metoddan istifadə etməməliyik. Başqa bir metod yaratmalıyıq deyə düşünürəm. Daha sonra nəticə üzrə differensiallaşdırma ilə bağlı isə deyə bilərəm ki, şagirdin bacarığını müxtəlif formada göstərməsinə imkan vermək. Yəni esse, təqdimat, poster, misal üçün bu danışa bilmir, amma başqa cür esse də göstərə bilər öz biliyini. Misal üçün bir tələbə var idi ki, mən ondan dərs tələb eləyəndə o mənə deyir ki, müəllim, mən danışa bilmirəm, olar ki, mən yazım verimsə dərsi. Mən düşündüm ki, yəqin bu köçürtmək istəyir hardansa. Ona görə deyir ki, yazım verimsə dərsi. Dedim, yaxşı yaz və yanında da heç bir şey qoymadım. Dəftərin, kitabın, hər şeyini aldım. Dedim ki, yaxşı, danışmaq istəmirsən yaz. Və gördüm ki, o uşaq 2 dənə A4 yazmışdı. Və artıq mən bildim ki, bunda təqdimatdan çox esse variantı bu uşaqda daha yaxşıdır. Və onun esse yazmaq qabiliyyətini əlindən almadım. Amma zaman-zaman hissə-hissə ona təqdimat etmə qabiliyyətini öyrətməyə çalışdım. Birdən yox ha, çünki birdən etdiyin zaman artıq o qaça biləcək. Amma onu yavaş-yavaş öyrətdiyin zaman o özü də bilmədən artıq görəcək ki, mən artıq bunu eləyə bilirəm. Daha sonra təlimimizin bu hissəsində mən belə bir test hazırlamışam. Ya da belə deyək də, həmin o testi biraz sonraya saxlayaq. Çünki burada rəqəmsal alətləri var. Bu hissədən sonra artıq həmin o testdən istifadə edəcək. Mənim ən çox sevdiyim hissələrdən biri budur. Rəqəmsal alətlər. İndi auditoriyaya belə bir sual vermək istəyirəm. Sizin istifadə etdiyiniz alətlər nələrdir? Hansı rəqəmsal alətləriniz var? Dərslərinizdə nələrdən istifadə edirsiniz? Yaxud da öz işlərinizdə? Kahoot görürəm, bəli. Çox maraqlıdır bu da. Türkan müəllim yazıb ki, Kahootdan istifadə edirəm, ChatGPT-dən istifadə edirəm. Aha. Başqa kim nə fikir var? ChatGPT, Google-dan istifadə edirlər. Gözəl. Səsli şəkildə fikirlərinizi deyə bilərsiniz. Yəni, hər şey yazmaq məcburiyyətində deyilsiniz. Yəni, belə bir qaydamız yoxdur. Kimsə fikrini bölüşmək istəyirmi? YouTube video dərslərindən. Google, Pinterest, Kahoot. CapCut'dan istifadə edirlər. Projektordan istifadə edirlər. Computer. Şair və yazı haqqında sənədi filmlər. Mənim Canva olur, PowerPoint olur, ChatGPT-dir, DeepSeek-dir, Claude var, DeepSeek var, Claude var, Canva'nın öz proqramı var. Bəli, səviyyənin adı Word var, necə diaqramlarla və çarx fırlatma işi ilə məşğul olanlar, sualları özü bəlli etmək üçün uşaqların daha çox sual verməkdən qaçırdığı, problem yaratdığı nüanslar olur. Onda artıq nə müəllim seçir, nə də şagird. Sadəcə suallar qoyulur və şagird bir dənə düyməyə basaraq çarxı fırladır, sual ona nə düşsə olur. Bununla bağlı bir çox tapşırıq çalışmalarının yerləşdirilməsi var. Bir də ən çox da şəkilli formada video necə deyək, CapCut verilirdisə, başqa formada videoların yığılma proqramları var ki, artıq o dərsə uyğun tarixi formada görünüşlərin yığılışıb təqdimat formada göstərilməsi üçün istifadə edilir. Bu yazdıqlarınızdan nə qədər istifadə edirsiniz? Misal üçün, mən burada maraqlı alətlər görürəm. Birəkiniz mənimlə danışdı bu haqda. Başqa kimsə fikrini bölüşmək istəyirmi? Müəllim, məsələn, mən Flipped Class, o belə deyək də tərs yüz çevrilmiş seminar mühazirələr var da, mən universitet müəllimiyəm. Bunu mən bilmirəm, mən üçün maraqlı oldu. Yazıram, adını chat bölməsinə yazaram. Məsələn, o dərslərim üçün videoları əvvəlcədən göndərirəm uşaqlara, onlar baxırlar, sonra biz mühazirəni onlarla bir yerdə deyirik. Məsələn, 30 dəqiqə. Mən dəqiqləşdirək. Siz videoları göndərirsiniz tələbələrə, baxırlar, ondan sonra mühazirəni deyirsiniz. Necə? Tam olaraq. Məsələn, mən sabah üçün
məsələn, Cəlaləddin Rumi, Yunus Əmrə haqqında mühazirə edəcəm. Onlar haqqında YouTube-da çox sənədli videolar var da, türkcə. Yaxşı çəkilmiş sənədli filmlər var. Onları göndərirəm axşamdan ya 2-3 gün qabaqcadan. Onlar ona baxırlar, qeydlərini götürürlər. Sonra gəlirik, mən mühazirə deyəndə, onlar da baxıblar da məlumatları var. Mənlə bir yerdə iştirak edirlər mühazirədə. Müəyyən qədər belə keçirik. Sonra qrup işlərində həmin Rumi ilə Yunus Əmrə haqqında olan kitabdakı mövzunu qrup işi kimi verirəm. Özləri araşdırırlar ChatGPT-dən, Google-dan. Artıq mühazirəni sinif, belə deyim, auditoriyada öyrənmiş olurlar. Sonra Belə bir sual yenidən... verim. Buyurun. Buyurun. Yox, fikrinizi bitirin, sonra mən deyəcəm. Buyurun. Sonra, məsələn, həmin mövzuları seminara verirəm hazırlaşmağa. Deyirəm ki, Kahoot-da test eləyəcəyik. Məsələn, Kahoot-a da onsuz da nə qədər, belə deyim də, çox da çətin suallar salmaq olmur. Orada cümlənin limitli işarəsi var. Amma testə görə məcbur olub o mövzunun hər yerini oxuyurlar diqqətlə ki, bura düşə bilər, bura düşə bilər. O baxımdan da o seminara hazır gəlirlər. Kahoot eləyirik, orada da əyləncəli qrup yarışları olur, qiymətləri də yazılır. Yəni bu interaktiv metodlar tələbələri çox aktivləşdirir və deyirlər bizim belə öyrəndiyimiz materiallar, məlumatlar yadımızda daha yaxşı qalır. Nəinki siz bizə deyəndə. Buyurun, sual verirdiniz mən. Heç belə istifadə etmişsinizmi? Misal üçün, axşam göndərəcəyiniz videoyu bir sinifdə tələbələrlə birlikdə baxıb, üzərində izahlar eləmək. Elə də olur. O da biraz ənənəvi təhsilə gedir deyənəmədir. Niyə? 10-15 dəqiqədən sonra uşaqların diqqəti ona getmir. Həm də məsələn 40 dəqiqəlik videonu auditoriyada göstərmək olmur. Onun yerinə məsələn aktiv işləyəndə, məsələn axşam verəndə rahat-rahat baxa bilirlər də evlərində. O vaxt limiti yoxdur və yaxud da 2-3 gün qabaq verəndə baxa bilirlər. Həm onların o şair yazar haqqında görüntü, vizual yaddaşları formalaşır, verbal formalaşır. Məsələn məndə belə deyim, tələbələrin eləsi var ki, eşidərək daha yaxşı öyrənirlər, görərək daha yaxşı öyrənirlər. Bu onlara çox böyük təsir edir. İndi sənədli filmdə çoxlu video məkanlar var, muzeylər var, o şairin, nə bilim, tutaq ki, Ruminin türbəsi var, onun haqqında məlumatlar. Bu onlara daha əyləncəli gəlir, daha gözlərində canlanır, nəinki mən deyəndə. Əvvəllər, məsələn, ənənəvi təhsildə mən danışırdım, amma indi o video dərslərini mən hardasa 2-3 ildə eləyirəm, çox maraqlı olur yəni uşaqlar üçün. Uzun müddətli yadlarında qalır. Aydındır. Təşəkkür edirəm Türkan müəllimə fikrinizi bölüşdüyünüz üçün. Burada Arzu müəllimə yazıb ki, Kahoot nədir? Yoxsa mən səhv başa düşdüm. Kahoot yəni bir proqramdır. Bu proqramdan müəyyən testlər olur. Ya da özünüz də hazırlaya bilirsiniz və yaxud da hansısa bir müəllim hazırlayıbsa, girib onu da tapıb istifadə edə bilirsiniz. Və telefonla, QR kodla və yaxud da linklə daxil olur ətrafdakı şagirdlər. Daha sonra orada cavablayır və cavablandığı zaman Kahoot da o hər suala nə qədər tez cavab vermirsənsə, o qədər bal verir sizə. Və artıq orada bilinir ki, sinifdə bu mövzuya daha çox hakim olan hansı tələbədir, kimdir və o vizuallıqlar hissəsi də, yəni o birinci yer kubok, ikinci yer belə görsəllərdə, yəni onlarda maraqlı yaranmağa başlayır, maraq yaratmağa başlayır. İndi mənim burada qeyd etdiyim alətlər var, onlara da bir baxaq. Burada deməli interaktiv təqdimat vasitələrində Canva, Prezi, Google Slide kimi proqramlardan yazmışam. Mən bu Canva-dan daha çox istifadə edirəm. Bu mənə rahatdır. Amma misal üçün Prezi də maraqlıdır. Misal üçün onlar slide çevirdiyin zaman şəklin get-gedə içərisinə daxil olur və böyüyür. Belə bir maraqlı vizuallıq var. Daha sonra onlayn təhsil platformalarından Google Classroom, Microsoft Teams-dən, Moodle-dan istifadə olunmaq olar. Burada mənim bir təhsil saytım var, OSA əlavə eləmişəm. OSA Online Study Academy web saytıdır. Oradan artıq bu yaxında biz dərslər, sınaqlar işləmək olacaq. Daha sonra əlaqə və əməkdaşlıq alətlərində Zoom, Google Meet, WhatsApp qrupları. Misal üçün, mən Zoom-dan daha çox Google Meet-i bəyənirəm. Orada daha rahat gəlir mənə. Amma bugün Zoom-dan da istifadə edirik. Bu heç problem yoxdur. Amma əlaqə qurmaq üçün daha yaxşıdır. Zoom, Google Meet və WhatsApp qrupları. Öyrənmə və idarəetmə sistemləri, şagirdlərin inkişafını izləmək və testlər hazırlamaq üçün.
Burada 5-ci hissəyə toxunmaq istəyirəm. Formativ qiymətləndirmə vasitələrinə. Bayaq dediyimiz Kahoot, Quiz, Mentimeter. İndi bizim bir testimiz olacaq Mentimeterdə. Bunlardan istifadə edə bilərik. Amma təbii ki, misal üçün bizdə rəqəmsal deyil deyə, misal üçün şagirdlər kağızda yazırlar. Amma yəni bu kağız, ağac itkisi belə şeylər yaradır. Misal üçün mən tərəfdarıyam ki, bu KSG, BSG-lər olsun, imtahanlar olsun, onlayn platformalar vasitəsilə o bizə daha rahat olur. Sonra burada rəqəmsal resurs bazaları var. Khan Akademi, Coursera, TED, yerli kitabxanalar, rəqəmsal bazalardan danışırıq. Məsələn, Coursera'da maraqlı kurslar var. Azərbaycanda safavi.org var, misal üçün, ondan da istifadə edə bilərsiniz. Sonra bulut saxlama və paylaşma vasitələri, hansı ki Google Drive, OneDrive, Dropbox, bunlar da müasir müəllim metodunda, yəni bu alətlərdən də istifadə etməyi bacarmalıdır. Misal üçün, mən bu yaxında bir təlim olacaq və Google Drive-da öz Pafka demək, yəni fayl yaratmışam və orada əlavə edəcəyəm. OneDrive-də, bu da yəni yaddaşı saxlamaq üçün Dropbox-dur. Sonra multimedia vasitələrindən YouTube Edpuzzle-ı görə bilərik. Edpuzzle burada necə bir sistemdir? Orada video gedir. Videonun getdiyi zaman müəyyən hissəsində artıq test qarşınıza çıxır. Testi həll edirsiniz, sonra videonun ardına baxa bilirsiniz. Və videoda o eləyəcəyiniz test haqqında məlumatlar verir, sonra onu test kimi göstərir. Misal üçün, atıram, mən danışıram bugün tutaq ki, qan damar sistemindən və o danışdığım hissə artıq verəcəyim növbəti testi, bu hissəni başa düşmüsünüzsə, artıq o testi həll edə bilirik. Sonra keçirik növbəti video hissəsinə. Screencast, olmatik belə proqramlar da var. Dərsləri zənginləşdirmək və video hazırlamaq üçün istifadə olunur bunlardan. Diferensiallaşdırma və fərdiləşmə alətlərinə baxdıqda, şagirdlərin fərdi tempinə uyğun tapşırıqlar vermək üçün adaptiv tədris tətbiqləri. Burada artıq, misal üçün, bu alətlərinizdən istifadə edib o uşaqlara verə bilərsiniz. Google Forms'da da test hazırlaya bilərsiniz, Mentimeter'da da eləyə bilərsiniz və digər alətlər də edə bilərsiniz. Şəxsi inkişaf və brendinq vasitələri kimi isə LinkedIn, bir də müəllim bloqu, sosial medianı burada göstərmişəm. Burada rəqəmsal olaraq götürə bilərik. Yəni LinkedIn profili, yəni Instagram və Facebook'dan nə ilə fərqlənir? LinkedIn daha, belə deyəndə, bu, belə deyək, bir ağırlığı var. Və eyni zamanda orada iş axtarmaq məsələsi gəldikdə, orada rahat iş tapa bilərsiniz, yəni iş axtara bilərsiniz həmin hissədən. Və daha çox nüfuzlu insanlar bu profildən istifadə edir. Yəni, bu öz brendini artıq göstərir, belə deyək. Daha sonra müəllimin şəxsi brendinə gəlmədən əvvəl mənim bir sizlə testim var. Mentimeter alətindən istifadə etmişəm burada. Hal-hazırda ekranda nəyi görürsünüz? Tam olaraq Canva-dır yoxsa Mentimeter? Mentimeter deyəsən. Bəli, görməlisiniz. Bəli, görürsünüz. İndi mən qrupa bir chat bölməsinə bir link atacağam və Fatimə xanımdan da xahiş edirəm ki, həmin linki bizim WhatsApp qrupumuza da əlavə eləsin. Yəni, o linkə telefondan daxil olacaqsınız. Yəni, Zoom-da ola daxil olmaq olur. Linkimi götürün. Fatimə xanım, buradasınız. Bəli. Linki mən chat bölməsinə əlavə elədim. WhatsApp qrupumuza da əlavə edin. Yəni, rahat qoşulmaq üçün, daxil olmaq üçün. Kimsə burada, mən səhifəmə nəsə işarə qoyuram. Müəllim, burada sual vermişsiniz, ona cavab vermək. İndi o izah eləyəcəm. Bu testin məqsədi nədir? Deyəcəm hamısını, bəli, deyəcəm. Burada siz linkə daxil olursunuz. Linkə daxil olacaqsınız və link zamanı burada 1, 2, 3, 4, 5 ballıq qiymət vermək gələcək.
həmin o qiymətləri verəcəksən. Yəni bu test individual bir testdir. Artıq hələ qiymətləndirməyin, qoy hər şey davam qiymətləndirilir. Bu suallar individual bir testdir. Yəni nə qədər müasir müəllim modeli məndə var kimi onu öyrənməyimiz üçündür. Ona görə nə qədər buna şəffaf yanaşsaz, məsəl üçün mən hamısına 5-5-5 yazsam, özümü aldatmış olacağam da belə deyim. Ya başqa ən çox özümü aldatmış olacağam da belə deyək. Ona görə bu suallar sizdə nə qədər var? Məsəl üçün ona uyğun bal verirsin. Məsəl üçün mən düşünürəm ki, məsəl üçün şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsimi planlaşdırıram. 1 bal, 2 bal, 3 bal, 4 bal, 5 bal. Nə qədər mən bunu edirəm, o balı verirəm özümə. Bu yəni özümüzün, yenə də deyim, nə qədər müasir müəllim olduğumuzu göstərir. 17 nəfər cavablayıb, 30 nəfər qoşulub, 18 nəfər, 19 nəfər cavablayıb. Sürətli keçək ki, çünki növbəti sual keçsin və bizim 20 dənə sualımız var belə. Bir nəfər deyir ki, yəni bu anonimdir zaten, mən bilmirəm kim nəyə cavab verib, açılayım. Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsimi planlaşdıran bir nəfər deyir. 1 bal verir, yəni bu qədər. Son 24 nəfər eləyib, 33 nəfərimiz var qoşulan bu testə. 25 nəfər cavabladı. Auditoriyamdan görürəm ki, şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsini planlaşdıran müəllimlərin sayı daha çoxdur. Gözəl bir şeydir. Zaten WhatsApp qrupundakı testi paylaşdığım zaman bunu hiss eləmişdim. Mən növbəti testi keçmək istəyirəm. Növbəti sual belədir. Tələbələrin səhv cavablarına anlayışla yanaşıram və onları təşviq edirəm. Tələbələrin səhv cavablarına anlayışla yanaşıram və onları təşviq edirəm. Nə qədər yəni 5 bal üzərindən? Nə qədər bunu eləyirəm? Nə qədər səbriniz var, misal üçün? Bir dəfə, 2 dəfə, 10 dəfə səhv edir şagird tutaq ki, yəni real olaq da 10 dəfə şagird səhv edəndən sonra necə yanaşırsınız ona? Belə bir uyğun istəyirəm. Buradakı müəllimlər olan şəkildə özünə uyğun olaraq. Amma Səsiniz çox zəif gəlir, eşitmirəm. Mindir müəllim. İndi eşidirəm səsinizi, bəli, buyurun. Bildirmək istəyirəm ki, bütün müəllimlər burada öz necə deyim, davranışına necə dərs keçməyinə görə seçirlər. Amma buradakı suallar baxış bucağına görə dəyişir. Mənim fikrimə görə. Niyə? Birinci sualı bildirmişdiniz ki, siz necə şagirdlərin öz istəklərinə uyğun olaraq edirsiniz. Baxır necə şagirdə. Məsələn, bəzi şagird var, mən özüm də dərs keçirəm. Uşaq dərsi məsələn çətindir. İndiyə qədər heç bir hazırlığa getməyib. İlk dəfə mənim yanıma gəlir, belə deyim. Dərsi keçirəm, başa düşmür, yenə keçirəm. Bir gün olsun, bir mövzu üstə bir həftədə qalıram. Amma ki, bu şagird əgər dərsi iminli yola vermək məqsədi ilə davam edirsə, mən artıq şagirdin o fəaliyyətinə görə dayanmıram. Göz yumuram və keçirəm. O şagird hansı bildirmək istəyirəm ki, buradakı riyaziyyatdan. Yəni bu sadəcə şagirdin necə məsuliyyətlə davrandığı dərsə uyğun olaraq seçilmə qaydasıdır. Bəli. İndi siz onu izah edirsiniz, başa düşmür, izah edirsiniz, başa düşmür. İndi biz nə etməliyik? Bəlkə həmin şagird universitetdə yox, peşə təhsilinə yönləndirmək lazımdır. Yəni Bəli, onu da başa düşürəm. Amma belə deyək də müəllim, şagirdin mən seçmirəm. Şagird özü bu yönüm olaraq gəlir seçir. Orta məktəb necə deyim, dərsi deyil.
hazırlıq dərsidir. Elmin bəy, zəhmət olmasa ekranı yazmayaq. Aha. Aydındır. Mən başa düşürəm. Karyera məsləhətçisi olaraq da çox rastlaşmışam belə bir şeylə. Yəni ixtisası seçən kim olur? Valideynlər olur. Valideynlər deyir ki, bu uşaq buna hazırlaşmalıdır. Amma siz burada nə etməlisiniz? Mən məsləhət görmək kimi demirəm. Burada sadəcə valideynə bildirmək lazımdır ki, sizin övladınız bu sahədə görmürəm bunu. Ya da onu karyera məsləhətinə yönləndirməlisiniz. Valideynə bildirməlisiniz. Çünki belə deyim də, yəni hər kəs universitetdə oxumalı deyil və siz də hər dəfə 7, 8 dəfə, 15 dəfə o uşağa onu izah etmək məcburiyyətində deyilsiniz. Sadəcə ona yol göstərmək. Yəni necə deyim, real olmalıyıq. Real olarkən bəzən acı olur, sərt olur, amma reallıq budur. Bəli. Belə, yəni bunun başqa mən cavabını verə bilmirəm. Məncə belə olmalıdır. Mən belə düşünürəm, təbii ki. Növbəti sual belədir. Suallar üstə çox qalırıq. Şagirdlərə tənqidi düşünmə və öz fikirlərini ifadə etmək imkanı verirəm. Bir müəllim kimi şagirdlərə tənqidi düşünmə və öz fikirlərini ifadə etmə imkanı verirəm. 5 bal üzərindən bunu nə qədər edirsiniz? Ona bağlı edirsiniz. Axşamınız xeyir olsun mənim. Axşamınız xeyir müəllim. Çox gözəl izaha görə minnətdaram sizə. Mən sizdən bir xahiş edirəm, yəni digər qruplardan da xahiş edirəm, bu nəzərə alasınız. Bizim məktəblərimiz, ibtidai siniflərimiz, orta məktəblərimiz, ümumi təhsil məktəblərimiz, peşə təhsil məktəblərimiz, universitetlərimiz başlayır hardan? Məktəb qədər təhsildən. Bəli. Məktəbə qədər təhsildən xahiş edirəm, nəsə bilirsinizsə, bizə də çatdırın. Yəni sizdə növbəti yoxdursa, xahiş edirəm, növbəti kurslarınızda bunu nəzərə alın. Çox xahiş edirəm sizə. Çox maraqlı sualdır müəllim. Siz özünüz... Hardan başlayır? Uşaqlarımızdan, körpələrimizdən. Bəli. Körpələrimizin təhsili yoxdursa, ibtidai sinifdə olmayacaq, yuxarı sinifdə olmayacaq. Xahiş edirəm, onu nəzərə alın və o mövzuda bir kurs təşkil edin. Maraqlı danışmadır. Fatimə xanım, bunu mütləq qeyd edin. Çox sağ olun. Bununla bir təlim hazırlamaq lazımdır. Bəli, çünki təməldən danışırsınız. Eyni zamanda hər bir binanın təməli möhkəm olunmalıdır ki, o üzərində yığdığımız hissələr daha yaxşı qalsın. Zəlzələ zamanı aşmasın. Mən sizdən razıyam. Məktəbə qədər hissəsindən başlamalıdır. Yəni belə deyək də, insan, şagird və yaxud da hər hansı bir valideyn olaraq deyək də bunu. Məsələn, valideyn olaraq daha öncə məsuliyyətimizi dərk eləsək, məsələn, bəzən görürük ki, şagirdlər gəlir məktəbə, amma yəni insan cəmiyyətdə formalaşır, bu öz yerində. Amma müəyyən hissələr artıq valideyn nəzarətində olmalıdır. Təhsil üçbucağı deyilən zaten belə bir anlayış var. Müəllim, şagird, valideyn anlayışı. Və bu kommunikasiya, bayaq orada bir şey yazmışdım, kommunikasiya hissəsi. Kommunikasiya hissəsində bu da aiddir, bəli. Yəni aşağı siniflərdən bu proses düzgün qurulsa, bax bu dediyimiz metodlar, tətbiqlər artıq yuxarı siniflərdə də o özünü büruzə verəcək. Növbəti suala keçimdir mən. Dördüncü sualı... Axşamınız xeyir olsun. Çox üzr istəyirəm. Olar, mən öz fikrimi bildirərdim. Əlbəttə olar. Yəni mən sizin fikirlərinizi etmək üçün buradayam. Bəli. Mən belə deyim də, bundan öncəki sorğuya, təklifə daha doğrusu öz fikrimi bildirmək istəyirəm. Bir tərbiyəçi müəllim olaraq, mən özüm tərbiyəçi müəlliməm, yəni bağçı müəlliməsiyəm. Çox gözəl vurğuladı həqiqətən də. Mən gözləyirdim ki, testimiz bitsin, zaten bu haqda danışmaq istəyirdim. Müəllimlərin hər birinin fikrini dinlədim və ümumilikdə mən öz qeydlərimi götürürəm. Baxın, ümumilikdə problem nədir? Özgüvən məsələsidir. Ümumiyyətlə, belə deyək də, məktəbə qədər təhsil
İlk öncə tərbiyə gəlir ailədən və 3 yaşından 3-6 yaşa qədər artıq bağçada məktəbə qədər təhsildə, bağça dövründə o formalaşıb, möhkəmlənir. Təməl ailədən qoyulur, amma bağçada isə düzgün şəkildə o istiqamətləndirir, formalaşır və təməl daha da möhkəmlənir. Və müəllimlərin, belə deyim, şagirdlərin məktəblərdəki, mən özüm 3 övlad anasıyam və öz şagirdlərimdə də bunu görmüşəm ki, deməli, şagirdlərdə neynirlər? Öz güvənini uşağın öldürürlər. Ona görə də aşağıdan, yəni təməldən şəxsiyyətin düzgün formalaşdırılması, düzgün tərbiyəsi, düzgün formalaşdırılmasının təməli düzgün qoyulmalıdır. Oyunlarla, onlarda ən birinci növbədə onların öz güvəni yüksək olmalıdır. Yəni tərbiyəçi müəllim şagirdin bütün potensialını, bacarığını, o dəstəkləyici mühit deyirik də, dəstəkləyici mühit yaradılmalıdır ki, o uşaq öz potensialını üzəri çıxarda bilsin. Bu olmadıqda, hamıya eyni diferensiallaşdırma olmadıqda, bu ilk növbədə məktəbə qədərdən başlayır bu diferensiallaşdırma. Yəni azmı görmüşük bizim vaxtımızda, indi artıq belə deyək də elm genişlənir, sürətlə böyüyür və inkişaf edir müəllimlər. Var idi qruplarda küncə çəkilib sıxılan uşaqlar var idi, ünsiyyətdən çəkinən uşaqlar var idi, ünsiyyət problemi olan uşaqlar var idi və bunlara valideyn də gəlirdi ki, hə, mənim uşağım belədir də, yəni elə eləyin ki, buna dəyməsinlər, toxunmasınlar və salam. Yəni başına sığal çəkin, o qalsın. O elə böyüyür ibtidai sinifdə də eyni vəziyyət olur. Universitetə də ya girir, ya qəbul olur, ya qəbul olmur. Böyüyüb daha böyük bir insan olur. Şəxsiyyətə çevriləndə də, ailədə də yəni onun durumu eyni vəziyyətdə olur. Onun heç bir fikri yoxdur. Valideyn yönləndirir onu, ixtisasını da valideyn seçir, geyimini də valideyn seçir. Ailə qurur, ailədə ya kişidirsə, ya qadınsa heç bir söz demək hüququ da olmur. Ona görə də ilk növbədə mən uşaqlarda ən çox önəm verdiyim, yəni məqam, hissə, o uşaqlarda öz güvənin böyüməsi, inkişaf etdirilməsidir. Öz güvənli uşaq dağları aşar. Öz güvəni yüksək olan uşaq, ona görə də o şəraiti yaratmalıyıq ki, o potensial üzə çıxsın. Hər birinin içində işıq var. O işığı biz üzə çıxartmalıyıq. Şərait yaratmalıyıq və o işıq üzə çıxsın. İbtidai siniflərdə də baxın, müəllimlər deyir ki, mən nə qədər metodlar tətbiq edirəm, uşaqlar aktiv deyirlər. O uşaqların öz güvənləri yoxdur özlərinə. Ona görə də hər bir müəllimdə, belə deyim, vaxtı ikən, bu mənim şəxsən özümün metodumdur. Hər bir müəllim özü də bir şagird olub, uşaq olub. Mənim ibtidai sinifim, çünki bu özgüvən məsələsindən mən çox əziyyətlər çəkmişəm və əvvəllər mən öz ibtidai sinif müəlliməmi günahlandırırdım və mən onu sağdır, mən onu görəndə belə özümü keçib, yəni heç salam vermirdim. Çünki o mənə bullyingə məruz qoyurdu. Mən o zaman disleksi bir uşaq olmuşam. O zaman mən valideynlərim heç bilmir ki, disleksiya nədir. Ümumiyyətlə heç bir anlayış yox idi. İndi şükürlər olsun, o qədər maariflənir ki, valideynlər, müəllimlər sağ olsunlar, yaxşı pedaqoqlar bunu belə deyim, işıqlandırırlar və artıq məlumatınız var ki, disleksiyalı nə deməkdir. Və mən indi 39 yaşımda anlamışam ki, məndə disleksiyanın əlamətləri olub. Ona görə mən belə problemi yaşamışam. Amma müəllimim nə edirdi? Qalın bir oxlov, bildiyimiz oxlovu gətirirdi məktəbə və mən ona gec cavab verəndə o məni taxta ilə döyürdü. Və mən artıq bildiyim sualları belə cavab vermirdim o müəllimə. Məndə qorxu yaranırdı. Birdən səhv deyərəm, birdən və bu mənim həyatımda böyüdüm, ailə həyatı qurdum, ana oldum, amma yenə də mən öz qərarlarımda birdən nəsə olar, birdən səhv addım atmış olaram. Mənim özgüvənimi o müəllim öldürmüşdü və ona görə də əvvəl qınayırdım, yəni çox kinim var idi o müəllimə qarşı, amma sonradan təşəkkür etdim ki, bilirsiniz necə, indi artıq mənim belə deyim də, bu problemi həll etməyimdə, yəni müəllim mənə onu etməmiş olsaydı, yaxşı davransaydı, bugün mən özlərimdə bu qədər çalışmazdım, ruhsal olaraq, mənəvi tərəfdən, öz güvənim üzərində işləmək baxımından, pedaqoji tərəfi qoyuruq kənara, yəni ruhsal baxımından da mən özlərimdə bu qədər çalışa bilməzdim. Yəni artıq o müəllimə təşəkkürümü bildirirəm və baxıram ki, bu problemlərim artıq belə deyim, zamandan hamısı aradan qalxıb gedib. Yəni mən artıq bu yaşımda mən onu özgüvəni qazanmışam.
Yəni ona görə deyirəm ki, aşağı siniflərdən, məktəbə qədər təhsildən, ailədən, bax bu ötürülə gəlir. Təməl də düzgün qoyulmayanda əlbəttə ki, 2 mərtəbə qaldıraq onu, yəni uçub, yəni təməl sağlam olmadığına görə uçub dağılacaq. Bir də valideyn, müəllim üçbucağına çox gözəl toxundunuz həqiqətən də. Valideynlər də aktiv dinləyici olmalıdır. Müəllimin belə deyək də, belə lap loru dildə desək ki, bir-birinin sözü bir-birinin boğazından keçməlidir. Heç kimi günahlandırmamalıdır. İzlənməlidir şagirdin hər bir davranışı, hər bir fəaliyyəti, hər bir inkişafı izlənməlidir. Müəllim bunu valideynlə bölüşməlidir, valideyn bunu müəllimlə bölüşməlidir. Yoxsa elə müəllim hər şeyi atırlar müəllimin üstünə. Müəllim düzəldir, müəyyən işlər aparır, amma evdə nəticə yoxdur. Evdə eyni şeylər. Ona görə də balans pozulur burada. Ona görə də bu uçbucaq sağlam qurulmalıdır, sağlam olmalıdır ki, gələcəkdə bu davam eləsin. Çox təşəkkür ederim. Biz təşəkkür edirik. Mən təşəkkür edirəm. Çox maraqlı hissələrə toxundunuz. Bəli, mən sizin fikirlərinizlə razıyam. Bu dediyiniz məsələlərin hər biri, bəli, bunlar nəzərə alınmalıdır. Tümül ibtidai sinifdən, aşağı siniflərdən, məktəbə qədərdən, hətta bayaq müəllim də vurğuladı, məktəbə qədərdən bunlar nəzarətə götürülməlidir. Götürüləsi məsələlərdir. Çünki insan, tələbə şagird uşaq olduğu zaman daha ağ vərəqli olur. Amma zamanla artıq o vərəqlər yazılmağa başlayır. O vərəqləri vaxtında elə yazmalıyıq ki, günümüz bu günə gəlib çatanda o şagird daha yaxşı olsun. Çünki aşağıda buraxdığımız boşluqlar yuxarıda bizim qarşımıza çıxır. Bugün bir dənə pillə düzəldək, o pillədə balaca bir 1 sm, 1 metr olsun bir səhv buraxaq. Artıq 15-ci, 20-ci hissəni qoyanda biz o böyük fərqi görəcəyik. Zamanla görürük və artıq bir müddətdən sonra bunu dəyişmək çətin olur. Ona görə vaxtında bunu həll edəcəkdik, amma artıq bu kimi problemlərlə üzləşməyəcəkdik. Burada sualları davamlı, sürətli eləmək istəyirəm biraz, çünki vaxtınızı çox alıram sizin. Növbəti sual belə bir sualdır ki, tələbələrin səhv cavablarına anlayışla yanaşıram və onları təşviq edirəm. Bu sual 2 dəfə oldu deyəsən, bir dəfə də vermişdim. Deyəsən bunu 2 dəfə yazmışam. Müəllim, axşamınız xeyir olsun. Olar bir sual vermək? Əlbəttə, buyurun. Qeyd edə bilərsinizmi? Zəhmət olmasa, mən çox təəssüf ki, gec bildim bu təlim haqqında, gec qoşuldum. Bunun təlimin rekordeli varmı? Yenidən baxmaq olarmı? Və yaxud hansısa gün yenidən keçirilməyə planlaşdırılırmı? Bəli, rekord olunur. Zəhmət olmasa atacaqsınız da, yəqin ki, yenidən. Bəli, qrupla təşəkkür edirəm. Biz də bəli, fikir olaraq sadəcə yanaşdım. Burada gördüm ki, müəllimlərimiz, bizim neçə ilin pedaqoq müəllimləri iştirak edir. Həmçində mən də sizə təşəkkür edirəm təhsilin bu kimi mövzularına toxunduğunuz üçün və təlimlərinizin davamlı olmasını diləyirəm, arzuluyuram sizə, uğurlar arzuluyuram. Bağça müəllimlərini bir qeyd etmək istəyirəm, qısa qeyd əgər icazənizlə. İstər bağça müəllimləri, istərsə də orta ümumi təhsil məktəblərində yeni təlimlərə müəllimlərin ehtiyacı var. Bu şablon xarakterdən qaçılmalıdır. Sinif otaqlarında deyil, bildiyimiz kimi süni intellektə doğru gedirik və bu kimi materialların paylaşılması, öyrədilməsi düşünürəm ki, müəllimlər üçün vacib yox, zəruridir və siz də bunları nəzərə alaraq bu təlimləri keçirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Sağ olun. Çox sağ olun müəllimə. Biz təşəkkürümüzü bildiririk ki, sizlər dəyərli vaxtınızı ayırıb bizim təlimlərimizə qoşulursunuz və mən özüm də burada eşitdim, həqiqətən çox maraqlı. Yeni bir metod da öyrəndim, yeni fikirlər də öyrəndim. Bu mənim üçün də çox xoş oldu. Fikirlərinizə görə çox minnətdaram. Bəli, video qayd olunur. Öz slaydımı da qrupa əlavə edəcəm. Yəni, yenə bir daha vurğulayım ki, müasir müəllim modelində çoxlu mövzular var, amma biz müəyyən hissələrinə toxunuruq sadəcə burada. Növbəti sualları mən sürətli keçmək istəyirəm, çünki vaxtınızı çox alıram. Şagirdlərə tənqidi düşünmə və öz fikirlərini ifadə etmək imkanı verirəm. Nə qədər bunu edirsiniz? Özünüzü 5 balıq dəyərləndirin. Bu test sadəcə yenə də dediyim kimi özümüzü test edirik ki, yəni nə qədər müasir müəllim modeli var məndə, nə qədər yoxdur. Bir dənə də metod var, SWOT analizi. SWOT analizindən istifadə edib də bunu
aşkara çıxartmaq olar. SWOT analizi Debatlardan da istifadə edib bunları aşkara çıxartmaq olar. nələrdən? Debatlardan. Debat. Debatlar zamanı hərə öz fikrini müdafiə eləyir və qarşılıqlı geniş fikir ifadə etmə imkanları olur hər bir şagirdin. Aha, bəli, dərslərimizdə debatdan da bəli istifadə edə bilərik. Bu da onların bacarıqlarını, öz tərəfini qorumaq Müdafiə etmə bacarığını bacarığını, bacarığını artır. Bəli. O özgüvənliyi də artırır eyni zamanda. O da maraqlı bir his oldu. Razıyam sizlə. SWOT analiz zamanı siz artıq götürürsünüz bir A4 vərəqini. Yəqin ki, SWOT analizinin məlumatınız var. Yəni, ümumi olaraq bunu bildirirəm təlim sırasında. SWOT analiz zamanı bir A4 vərəqini götürüb, onu 4 yerə ayıra bilərsiniz. Güclü, zəif tərəflərinizi, imkanlarınızı və qorxularınızı yazırsınız ora. Güclü cəhətlərimizi orada yüksəltməliyik. Zəif cəhətlərimizi. Çünki yazdığımız zaman biz daha yaxşı anlayırıq, özümüzə qəbullanırıq ki, bu məndə zəifdir. Bunu mən düzəltməliyəm. O bizim gözümüzün artıq qarşısında olur. Və hansı imkanlarınız varsa, bu imkanları necə artıra bilərəm, necə istifadə edə bilərəm? Məsələn, mənim falan bir əlaqəm var, ondan necə istifadə edə bilərəm? Və yaxud da hansı təhdidlər, qorxularınız var, onunla baxa bilərsiniz. Növbəti sual, 9-cu sual belədir. Dərsdə sərt qaydalar əvəzinə qarşılıqlı hörmət mühiti qurmağa çalışıram. Məsələn, mən təlimin birində bu sualı verdiyim zaman mənə qaydalar deyir ki, yəni bu uşaq başa düşməyən uşaqdır. Yəni onu bir şillə vurmasam o anlamayacaq. Ona görə mən sərt qayda ilə gedirəm. Kimi deyənlər də olmuşdu. Bəli, sərt qaydalar stres yaradır. Şagird öyrənə bilmir. Qarşılıqlı hörmətlə şagirdi danışdırmaqla daha çox irəliləyiş əldə edirik. Eynən, xüsusən də 9-10-11-ci siniflərdə sərt yanaşmalar onlarda qarşı tərəfə reaksiya göstərə bilər. Yəni o artıq daha yaxşı olur. Bir də ki, təbii ki, sinifdə, bir 11-ci sinif uşağının sinifdə ümumiyyətlə sərt qaydalara qarşı biz etməməliyik bunu. Hətta görürsən ki, bəzən müəllim bir oğlanı danlayır, amma sinifdə başqa bir qız uşağı, qız tələbəsi də var. Düzdürmü? Artıq istər-istəməz reaksiya yaranmağa başlayır. Çünki onun yaşı daha belə çılğın bir yaş dönəmidir, daha belə güruldayan yaş dönəmidir, götürməyən yaş dönəmidir. Sualları yenə də tez-tez keçəcəm. Özüm də daima öyrənmək və inkişaf etmək üçün təşəbbüs göstərirəm. Bu sualda bir dəqiqə mən geriyə gedim. Dərslərimdə texnologiyadan, prezentasiyalar, interaktiv platformalar və s. istifadə edirəmmi? Dərsimizdə. Misal üçün, Kahoot bayaq demişdi, istifadə edənlər var idi. Mentimeter mən istifadə edirəm. Yəni, bəzən Kahootdan istifadə edirəm, bəzən Mentimeter. Hətta bir ara biologiya liqası yaratmışdı, bir futbol tərzi bir yanaşma idi. O da maraqlı bir metod idi. YouTube-dan istifadə edirik. Misal üçün. Aha. Suallar biraz tez cavablanırıq. Onsa 2 nəfər cavablayıb, 41 nəfər hal-hazırda bu testdədir. Növbəti sual. Şagirdlərin fikirlərini dinləyir və onları nəzərə alıram. Bəzən də olur, misal üçün, bir həmkarımda görmüşdüm ki, şagirdin fikrini dinləmir, ancaq öz dediyini eləyirdi, bildiyini eləyirdi. Amma onun çox maraqlı bir yanaşması var idi. Təbii ki, müəllim yoldaşımız olduğu üçün o an mən müdaxilə eləmədim və başqasının dərs olduğu üçün özümü etik saymadım. Amma dərsdən sonra vaxtda onunla maraqlı söhbətimiz olmuşdu. Tez keçdim. Növbəti bir sual. Sinifdə hər kəsin özünü dəyərli hiss etməsi üçün şərait yaradır. Bu da vacib məqamdır. Müasir müəllimin olduğu şeylərdən biridir. Ümumiyyətlə, indiki uşaqların hamısında böyük bir özgüvən var. Dəyərli hiss etmədiyi yerdə durmurlar. Eynən o da var, bəli. Razıyam sizlə. Hətta mənim elə bir eqolu şagirdlərim var. Yəni, baxıram bunun eqosuna.
Dəhşətə gəlirəm. Rastlaşırıq. Növbəti, mədəni müxtəlifliyə və fərqli düşüncələrə hörmətlə yanaşın. Misal üçün, bəzən məktəblərdə mən nəyə görürəm? Misal üçün, öz möhtəmdə də görürəm bunu. Yaşlı müəllim, cavan müəllim dialoqları, debatları görürəm. Amma elə yaşlı müəllim var ki, baxıram ona, yəni o qədər enerjilidir. Mənim özümdən belə enerjilidir hətta. Belə şeylər də görürəm. Bir də ki, müəllimin üzərində çox yük var. Müəllim çox məsuliyyətli bir peşədir və onun öz həyatı, müəllimlik həyatı o zaman görürsən ki, yəni bəzən tab gətirmək olmur, çətin olur, çox çətin olur. Misal üçün, bir video qarşıma çıxmışdı. Yaponiyada bir müəllim çox belə üzgün şəkildə gəlirdi və sinifin qarşısında dayanır, qapının qarşısında. Üz mimikasını düzəldir və ondan sonra da içəri daxil olur. Həqiqətən müəllim olmaq çox çətin. Müasir müəllimdən çox şey tələb olunur. Müəllim həm psixoloq olmalıdır, həm pedaqoq olmalıdır, həm ixtisasını yaxşı bilməlidir, həm nə bilim eyni vaxtda elə bu da yəqin psixologiyaya daxildir də. Auditoriyanı o 80 dəqiqə, 45 dəqiqə müddətində eyni vaxtda emosional duymalıdır. Yəni çox şey tələb olunur müasir müəllimdən. Bu da mənə elə gəlir ki, düzdür, çox yaxşıdır. Mən əvvəllər biraz ön yargılı yanaşırdım seçkiler demiş. Amma son vaxtlar düşünürəm ki, biz də belə dərs keçsəydik, bəlkə də Harvardda falan gelib çıxmışdı. Yəni çox yaxşıdır yəni. Belə bir fikir var. Deyir ki, ya sevdiyin işi görməlisən, ya da gördüyün işi sevməlisən. Bu mütləq belə olmalıdır ki, yəni biz sevmədiyimiz bir işi gördüyümüz zaman artıq orada öyrədici mühit yarada bilmirik. Misal üçün, olur da, yəni insanlar var ki, karyera məsləhətində də görürəm bunu. Valideynlərin istəyi ilə müəllim olanlar olur və bir neçə il sonra mənə yaxınlaşır ki, mən istəyirəm ki, öz peşəmi dəyişim. Mən müəllim olmaq istəmirəm. 4-5 ildir müəllimdir, amma deyir ki, mən daha bunu eləyə bilmirəm. Bununla da rastlaşırıq. Kritik situasiyalarda sakit və konstruktiv şəkildə davranmağa çalışıram. Nə qədər qoruyuruq əsəbimizi, səbrimizi? Bir də bayağı bir müəllimə yaxşı söz deyir ki, indiki uşaqlar çox özgüvənlidirlər. Həqiqətən də yeni nəsil çox maraqlıdır. Həm onların fikirləri, yanaşmaları. Mən şəxsən açıq etiraf edirəm ki, auditoriyada tələbələrdən çox şey öyrənirəm. O qədər maraqlı fikirlər çıxır onlardan. Yəni bunu mən 11 ildir universitet müəllimiyəm. Onların məndən öyrəndiyi qədər də mən də onlardan öyrənmişəm deyə bilərəm. Çox yaxşı fikirlər. Bu fasilitator rolu olmağımız biz təlimçilərə deyirik. Yəni təlimçidə düzdür, onlayn təlimdə müəyyən qısıtlamalarımız olur. Misal üçün, bu əyani şəkildə etsəydik, bizim burada müəyyən rollarımız da olacaqdır. Hansı ki, müəllim, valideyn, şagird rolları və s. oyunlar çox olacaq. Amma onlayn hissədə biraz bəzi qısıtlamalar olur. Növbəti sual, 16-cı suala baxırıq. Dərslər real həyatla əlaqələndirməyə çalışıramı? Bunu nə qədər edirsiniz, dərslər real həyatla? Mən uşaqlara deyirəm ki, uşaqlar, biologiya həyat haqqında elmdir. Bir var burada öyrəndiyimiz həyat, bir də var ki, çöldəki həyat. Maksimum əlaqələndirməyə çalışırıq. Çünki onda daha yaxşı öyrənir uşaqlar. Daha yaxşı yadda saxlayırlar. Mən çox öyrənmədim, onda daha yaxşı olur. Həm də nəzəriyyə uşağın yadında elə çox qalmır. Həyatla əlaqələndirəndə daha gözündə bir şey canlanır ki, ondan əlaqələndirə bilsin. İndiki nəsil yəni oturub səni dinləməyə fokuslanmır. O mütləq dayana bilmir. Məsəl üçün, bizim vaxtımızda, mən 97-ci illənəm, bizim vaxtımızda necə idi? Biz oturub müəllimi dinləyirdik. Hətta əlimizi də belə porta kimi belə qoyurduq, otururduq, dinləyirdik. Amma indi hal-hazırda özümdə də müşahidə edirəm. Yeni dövrdənmidir, nədənmi bilmirəm. Amma artıq çox belə dinləməyə dözə bilmirəm. Növbəti 17-ci sual. Yaradıcı təlim üsullarından, oyunlaşdırma layihələri işi və s. istifadə edirəm.
Mən bir şey müşahidə etmişəm. İndiki uşaqların zəkası kitabdan sürətlidir deyənə. Sanki onlar qabaqlayırlar artıq. Müəllimə dediyi nəzəriyyəni qabaqlayırlar. Sanki beyin o qədər sürətlə praktiki məsələlərə uyğunlaşıb ki, mənə elə gəlir ki, deyəndə ki, oxu kitabı, onlar artıq onu əvvəlcədən bilirlərmiş kimi davranırlar. Yəni biraz bu Z nəsli uşaqları çox həqiqətən maraqlıdır. Aha, bəli, eyni razıyam sizdən də, fikirlərinizdən razıyam. Həm də nəzəriyyə kitablarının əksəriyyəti rus ideologiyasına əsaslanır deyə əlaqəsiz gəlir. Məsələn, məndə dil ədəbiyyat müəllimliyi idi də. O gün dilçilikdən bir mövzu keçmişik. Dilin tədqiqi ilə bağlı danışır. Nümunələrdə fonetik hadisələrdən bəhs eləyir. Nümunələrin hamısı rus dilinə əsaslanır. Mən o əsəri oxuyanda dedim ki, biz niyə bu əsər kitablardan tədris eləməliyik ki, öyrənməliyik ki? O qədər belə təhsilin gedişatı ilə uşaqların yanaşması çox fərqlidir. Düzdür. Onun misal üçün oyunlarla yaxud da o rollaşdırmaqla. Həm də biraz uşaqları tədqiqata cəlb etmək də yaxşıdır məncə. Çünki şablon ifadələri nə qədər öyrənmək olar. Adi dərsdə qulaq asanda da hamı durur eyni ifadəni danışır. Adamın ürəyi sıxılır. Qulaq asmaq da istəmir. Müəllimə də baxırıq ki, yuxulayır. Heç bizə qulaq asmır. Mən də əlavə etmək istəyirəm. Baxın, mən universitetdə dərs keçən zaman adətən mühazirə dərslərində tələbələrimə mühazirə materiallarını öncədən verirdim və onlara tapşırırdım ki, bacardıqları qədər mühazirə ilə tanışlıqları olsun. İlkin məlumatları toplasınlar və mühazirə prosesində tələbələrlə qarşılıqlı müzakirə əsasında mühazirə aparılan zaman həm uşaqlar onu daha yaxşı mənimsəmiş olurdular, həm mühazirə sırasında bilirik də tələbələrimiz var ki, arxa partalara qaçmağa həvəslidirlər, yazı yazmaq üçün, digər işlərlə məşğul olmaq üçün. Ancaq bu cür olanda, öncədən belə deyim, tələbənin məlumatı olanda artıq mühazirəyə daha maraqlı olur, həvəslə araşdırır, yeniliklər öyrənir, mühazirədə oxuyur, bilmədiyi termini, anlayışı qeydə alır və müəllimdən soruşur. Artıq mühazirə prosesi də səmərəli olaraq həyata keçirilmiş olur. Bu zaman nə tələbə yorulmur, nə müəllim yorulmur. Yəni öyrədici mühit hər tərəfli təmin edilmiş olur. Eynən, öyrədici mühit məsələsi. O mühiti yaratdığımız zaman təbii ki, yorulmayacaq, daha zövqlə olacaq, daha zövqlə keçəcək, qarşılıqlı öyrənəcək. Amma o mühiti yaratmadığımız zaman artıq monotonluq, bayaq bir sual var idi, monotonluğa gedəcək. Yəni müəllim danışır, sən yazırsan. Bundan əlavə, bu da var ki, məsələn, mühazirədə olan materialı mən onsuz da gedib evdə oxuyacam. Sonra müəllim onu tezdən mühazirədə danışanda uşaqların əksəriyyəti qulaq asmır ki, mən onsuz da onu oxuyacam da, neynirəm qulaq asım. Yəni almanlar məsəl üçün belə bir baxış var. Almanlarda belə bir yanaşma var. Məsəl üçün onlar deyirlər ki, yəni bu zaten yazılıb var. Bunu oturub mən üçün oxumağın istəmirəm mən bunu. Sən get bunun haqqında araşdır, bir şeylər tap ki. Yəni mən kimsə yazdığı bir şey durub mənə demək yerinə o yazdığımız şeylərdən o haqda gedib ətraflı araşdırıb nəsə tap ki. Yəni eyni şeyi durub A-dan Z-yə danışmaq istəmirlər onlar. Məsələn, onlar deyir ki, Finlandlarda var. Bizim kursumuzda Finlandiyadan bir müəllim var. Əslən Azərbaycanlı, amma Finlandiyada yaşayır, IELTS tədris eləyir. Bizim onunla podkastımız zamanı o dedi ki, burada tələbələr məktəbə qədər bağça olsun, oradan gəldiyi zaman, onun üstü başı pis gündə olduğu zaman, pis gündə belə deyək də, üstü başı bulaşmadığı vaxtda valideyn müəllimə bildirir ki, yəni bu gün mənim övladım heç bir şey öyrənməyib. Çünki o üstünü bulandırmayıb. Amma Azərbaycanda bu necədir? Sən mənim uşağıma yaxşı baxmamısan, o üst başını bulandırır. Belə bir yanaşmalar görürük. Belə bir şeylər də var. Bəli, bir də bilsiz bizdə necədir? Valideynlər sanki yemək və təmizlik yönümlüdürlər. Bağçaya gedir və yaxud da erkən inkişafa gedir, həm də harasa qoyub uşağını. Ən çox da bağçalarda rast gəlinir. Yemək yönümlüdürlər, yemək odaqlı belə deyək. Nə yedin, nə yemədi? Bir soruşmur uşaqdan, bugün sən nə öyrəndin? Nələr sənə maraqlı gəldi? Mənim uşağımda hansı inkişaf
izlənildi, nələr müşahidə etdiniz? Bax, bu yönümlü deyilik. Biraz belə deyim də, valideynlər də maariflənsə, çox yaxşı olar. Təkcə elə hər şey müəllimlərin üstünə yıxırıq. Müəllim belə psixoloji, ondan sonra ruhsal, pedaqoji, hər tərəfli inkişaf edir. Bəs valideynlər də bir baxmalıdır ki, nəsə hardasa boşluq var. Mən bir özümə də baxım görüm, mən necə davranıram, uşağımla mənim münasibətim necədir? Hamıya da şamil etmirəm. Yemək yönümlü, təmizlik yönümlü. Bax, bu yönümdədirlər valideynlər. Ancaq bundan başqa yəni yoxdur da. Yəni onlar övladları arasında münasibət yoxdur. Mənəvi bağlılıq, mənəvi belə deyim də, o düzgün qurulmayıb sanki. Kommunikasiya Ancaq əlaqəsi. yemək, bəli. Rəqsana xanımla razıyam. Ümumiyyətlə biz toplum olaraq mədə yönümlüyük. Onu mən də müşahidə eləmişəm. Çox razıyam. Biz mədə yönümlü toplumuq biraz. Bəli. İndi bu bir sessiya nəzərə salaq. Təlimi son hissələrdir. Müəllimin şəxsi brendi deyəndə nəyə daha çox fikir vermək istəyərdim? Sosial mediada görünürlük. Çünki bu artıq yeni bir, necə deyim, bu artıq bizim bütün dünyanı, bütün Azərbaycanı bu əhatə edib artıq sosial mediada. Yəni bu nəyə bənzəyir? Elə bil ki, çay içirsən, yanında limonu yoxdur. Nə bilim, başqa necə deyə bilərəm? Yemək yersən duzu yoxdur. Bu kimi şeylər gəlib çıxardır. Müasir müəllimin bir media görünümlüyü olmalıdır. Amma mediada düzgün şəkildə istifadə olunmalıdır. Müəllimi şəxsi brendlə yaratdığımız zaman bax bundan da istifadə etməliyik. Sosial mediadan istifadə etməliyik. Daha sonra ictimai imic və nüfuz məsələsi. Bax bunu belə sosial mediada qorunmağa çalışmalıyıq. Daha sonra şagird valideynlərlə düzgün kommunikasiya əlaqəsi və yaxud ki, üst-bucaq məsələsi müəllim şəxsi brendindən nüfuzuna dəstək göstərir, brendi yaratmağa. Çünki müəllim mütləq valideynlərlə o kommunikasiyanı qurmalıdır. Bu çox çətin bir prosesdir. Çünki valideynlər iş düşünürlər, ancaq düşünməlidir ki, onun ən böyük işi onun övladıdır. Onunla daha çox maraqlanmalıdır. Və son məqamda artıq valideyn gəlir ki, bəs övladım belə oldu, elə oldu və bəs mükəm. Yəni bu davamlı olmalıdır, mütəmadi olaraq. Daha sonra PR və SMM məsələsidir. Bu göstərdiklərim ki var, bunların özü ayrılıqda bir təlimdir. Yəni dediyim kimi, biz sadəcə indi anlaşma yaradırıq. PR məsələsi, SMM məsələsi, məsəl üçün PR nədir? PR belə izah eləyək. Məsəl üçün, sizin haqqınızda başqa insanların fikirləri mənim PR-ımdır. Məsəl üçün, mən ya reklam etməliyəm özümü, müəyyən hissələrə pul ödəyərək, ya da o reklamı elə qurmalıyam ki, insanlar onu reklam edə bilsin. Yəni, ətrafımızdakı insanlar, bizim gördüyümüz iş sosial mediada olsun, ətrafımızdakı insanlar tərəfindən olsun, o qədər yaxşı və mükəmməl olmalıdır ki, artıq digər insanların da dillərində olsun. Və onlar da paylaşsın, onlar da bölüşsün. Bu bizim PR-ımızı qaldıracaq. Bu bizim şəxsi brend kimi formalaşmamızda imkan olacaq. Məsəl üçün, tutaq ki, bugün Elməttin müəllim tutaq ki, bir startup yarışmasında qalib olub. Bunu məktəb paylaşır, artıq başqa məktəblər də görür. Bu bir PR olur. Başqa, sizin haqqınızda tutaq ki, Vaqif müəllim haqqında bugün başqa bir məktəbdə danışırlarsa, yaxşı danışırlarsa, bu onun artıq bir PR-ıdır. Və bu PR da özü-özlüyündə çox böyük bir mövzudur. Bunun üçün əlavə təlimlər lazımdır həyata etmək üçün. SMM məsələsinə gəldikdə isə, SMM sosial media meneceridir. Bu da bizim gördüyümüz işlərin sosial mediada paylaşılmasından gedir. Yəni, mən bugün bunu çəkdim, belə sosial mediada paylaşdım, getdim. Bundan bitmir. SMM bunun düzgün mətnini qurmağı bacarmalıdır. Onu düzgün formada paylaşmağı bacarmalıdır. Səhifəsinə uyğun bir dizayn etməlidir. Müəyyən bir... Rəvətin müəllim, siz nəsə bir fikir bildirirsinizsə, səsiniz çox qeyri-adi gəlir, yəni anlaşılmır. Ola bilər mikrofonunuzla əlaqədardır.
Eynən. Dediyim kimi, yəni bunların özü, yəni ayrı-ayrı bir təlim proqramıdır. Bu gün PR, SMM olsun. Biz sadəcə bu 90 dəqiqəni də desən keçmişik, vaxtınıza çox girmişəm. Amma bu hissələr də özü-özlüyündə ayrıca bir mövzudur. Sadəcə anlayış olaraq şəxsi müəllimin brendində mən bu 5 dənəsini əlavə eləmişəm. Bu media məsələsi vacibdir, imic məsələsi, valideynlərlə əlaqə mütləq, məsuliyyətli rəqəmsal davranış, bir də PR və SMM məsələsi. Yəni bu müəyyən qrantlar olsun, layihələr olsun, orada iştirak eləmək, tədbirlər olsun, qurultaylar olsun, onlarda iştirak eləmək və bu gördüyün işləri də paylaşmaq, düzgün şəkildə paylaşmaq artıq sənin brend yolunda bir cığır açır. Motivasiya. Müasir müəllimin ən güclü silahı təlim prosesində insanilik, uyğun nümunələr və statlar və motivasiyadır. Çünki motivasiyalı olmalıdır ki, onu etmək üçün bir həvəsi olsun. Belə deyək də, gördünüzmü, müasir müəllim haqqında nə qədər alətlər ortaya çıxdı, metodlar ortaya çıxdı, rəqəmsal alətlər ortaya çıxdı, bacarıqlar ortaya çıxdı. Bizdə bu motivasiya, buna maraq olmasa, biz bunu etməyəcəyik. Məsəl üçün, müəllimlər var, gəlir sinifə 45 dəqiqə dərsini deyir, gedir müəllimlər otağında oturur, sonra iş bitirir, çıxır evinə gedir. Bu cür müəllimlər də var. Biz onlardan da başqa bir şey istəyə bilmərik. Yəni, bu onun şəxsi işidir. Amma onların da interaktiv yanaşmaları olsa, daha maraqlı ola bilər. Müəllimlər daha çox yüklənməz. Məsəl üçün, hər şeyi ədəbiyyat müəllimindən gözləmək lazım deyil ki. Yəni, biologiya müəllimi, tarix müəllimi, digər müəllimlər də bunun üçün nəsə eləməlidir. Yəni, tələbələri sosial cəmiyyətə hazırlaşdırırıqsa, o artıq bir sosial tədbirlərdə də olmalıdır. Ya biz onları göndərməliyik, ya da həmin yerdə o mühiti yaratmalıyıq. Məsələn, elə məktəblər olar ki, orada rəqəmsal alətlər olmaz, müəyyən rəqəmsal cəhətdən, internetə çıxış cəhətdən vasitələr, resurslar azlıq təşkil edə bilər. Amma biz orada prosesi daha maraqlı qura bilərik. Məsəl üçün, bugün video belə deyək də, Rumi ilə bağlı videodan danışırdınız, məsəl üçün. Bugün ona videoya baxa bilmirik, amma şagirdlərimizin bir kompozisiyasına baxa bilirik. Düzdürmü? Bunun üçün bir Wi-Fi və yaxud bir elektrik enerjisi lazım olmur. Amma bir obraz lazım olur, öyrətmək lazım olur. Misal üçün atıram, yəni bir nümunə idi bu sadəcə. Daha sonra, müasir müəllim modeli üçün sizin seçdiyiniz 3 əsas prinsip nədir? Yəni, müasir müəllim üçün, belə deyim də, bu istiqamətdə döyüşə getdiyiniz zaman yanında olan 3 əsas silah nə olmalıdır? Müəllim, mən belə düşünürəm ki, bu taksonomiyalar var. Bloom'un idrak taksonomiyası, emosional, bir də psixomotor taksonomiyanın. O bütün mərhələlərinə müəllim özü sahib olmalıdır. Eynən, bəli, o mərhələlər, bəli. Bu danışdıqlarımız çox şey zaten orada gedib çıxır. Oyunlaşdırma olsun, axtarış olsun, araşdırma olsun, təqdimat olsun. Bunların hamısı, bayaq yenə də deyirəm, motivasiya məsələsi toxundum. Bugün müəllimdə motivasiya olmasa, o sinifdə nə oyun quracaq, nə maraqla dərs keçəcək, nə də başqa iş görəcək. Bugün müəllim obrazında motivasiyanı yüksəltmək lazımdır. Motivasiyada bunu hamımız bilirik. Yəni, bu nə olmalıdır, necə olmalıdır? Ruh yüksəkliyi olmalıdır müəllimdə. Bəli, müəllim bugün fikirləşirsə ki, mən tutaq ki, filan məsələni necə həll eləməliyəm? Onu fikirləşdiyi zaman özünü dərsə verə bilmir, belə deyək. Belə bir məsləhət yazmışam burada. Müasir müəllim modeli ilə bağlı 5 məsləhət. Özünə məxsus tədris üslubu yaratmaq. Bu artıq sənin imzan deməkdir. Dərsin standartdan fərqləndirən metodu və yanaşmanı seçə bilərsən. Məsələn, hekayələrlə, izahla, oyunlaşma ilə, real həyat nümunələri ilə və s. Bu sənin bir üslubun ola bilər. Məsəl üçün, Elmətdin üslubu və yaxud da, nə bilim, Nuray üslubu və yaxud da Vaqif üslubu. Sonra ikinci bir məsələ texnologiyadır. Texnologiyadan yaradıcı istifadə etmək. Bugün bu Canva-dır, təqdimat vasitələridir, video hazırlamaq məsələləridir, sosial mediadır. Bu texnologiyalardan, süni intellektdən daha çox, bunlardan daha çox istifadə etməyi bacarmalıyıq. Çünki
Artıq uşaqlar yine elə bir nəsil yaranır ki, 10 il sonra onlar dronlarla, robotlarla yaşayacaqlar. Bunlar onlara hazır olmalıdır. STEM yanaşması, daha sonra şagird mərkəzli olmaq, sadəcə izah edən yox, öyrənmə prosesini birlikdə quran mentor rolunu çıxış etmək lazımdır. Təlimçi və mentor məsələləri. Bu gün təlimçi müəllim daha çox, necə deyim, ortaya çıxır. Peşəkar imic və şəxsi brend qurmaq, müəllim kimi fərqliliyin sosial mediada, tədbirlərdə və təlimlərdə nümayiş etdirmək. Daha sonra 5-ci bir məsləhət isə belədir ki, yəni daimi yenilənən və öyrənən yeni metodlardan, beynəlxalq təcrübələrdən, pedaqoji yeniliklər izləyərək və öz təcrübəsini tətbiq etmək. Bunlardan istifadə etməliyik. Bəzən fikirləşirsiniz ki, hə, müəllim danışır, bunu etməliyik, onu etməliyik, belə etməliyik, elə etməliyik, çoxlu şeylər var. Amma reallığa qaydanda bunu nə qədər edə bilirik? Yenə o ən böyük silahımız, motivasiyamız üzərinə gəlir. Yəni müəllimlik, sonda bunu demək istəyirəm ki, müəllimlik sonda hər hansı bir maaş almaq üçün bir peşə deyil. Müəllimlik pul xətrinə işləmək üçün bir peşə deyil. Müəllimlik insanların ürəyinə toxunmaq üçün, yeni bir gələcək formalaşdırmaq üçündür. Yəni, başa düşürəm, maddi resurslar da lazımdır, bunlar da olmalıdır. Bunu mən də anlayıram, hər birimiz anlayırıq. Amma müəllimlik peşəsində bunu bacardığımız qədər qatmamalıyıq. Belə, məni dinlədiyiniz üçün və zamanını ayırdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun, Mətmən. Burada mənim əlaqə vasitələrim var, oradan baxa bilərsiniz fəaliyyətlərimizə. Sonra burada şərhlərdə real кейslər üzərindən davam edə biləşməsinə, bəli, çox sağ olun. Gözəl yorumlarınızı alıram. Düzdür, hamı kameralarını bağlayıb, əslində sonunda bir kağızımız vardı. Demişdim ki, yaşıl və qırmızı kağız. Orada o işin teması nə idi? Nə qədər razısınızsa yaşıl kağızı göstərəcəkdiniz, razı deyilsinizsə qırmızı kağızı göstərəcəkdiniz. Belə bir qiymətləndirmə sorumuz olacaq. Əziz və dəyərli Elməddin bəy, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildirirəm. Buradakı bütün müəllimlərin Müəllimlər Gününü təbrik edirəm. İnşallah bu kimi təlimlər sizin pedaqoji inkişafınızda, həm də bunun tətbiqində müəyyən qədər rol oynayır və bu da bizi sevindirir. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz, hətta həmkarlarınızı dəvət edəsiniz. Sertifikat üçün elandakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərdə görüşənədək. Çox sağ olun, hər şey üçün minnətdarım. Çox sağ olun.